Salam aleyküm, əziz və hörmətli dostlar ki, ya bugün olacaqsınız, baxacaqsınız, ya sonralar bəlkə baxdınız. Çox xoş gördük. Umarım ki, halınız yaxşıdır. Mənim keyfim sazdır, şükür olsun. Çünki Azərbaycan daha bir zəfərə, yəni türklər daha bir zəfərə əl çaldılar. Bu çox mühümdür. Aleyküm salam dostum, aleyküm salam. Məhəmməd Əsəd Necat, sağ ol dostum, sağ ol, təşəkkür edirəm, var olun. Mən çox sevinirəm, ciddi desəm, Azərbaycan və türklər İranda daha bir addım qabağa getdilər. Mən umaram farslar bu stratejik iştibahlardan çox eləyərlər. Yəni, hər nə qədər bu cür bir iştibah eləsələr, bizim nəfimizə tamam olur. Və o da budur ki, Türklə Farsın, İran və Azərbaycan, İran və Türk, İran və Turan sərhədləri, sınırları, mərzləri günü-gündən rəngiləşir, günü-gündən yoğunlaşır, günü-gündən aydınlaşır, günü-gündən eşiyə çıxır. Yəni, o gizlin halətləri keçibdir, yavaş-yavaş bizim insanlarımız. Mən indi eşikdəydim, gəlirdim, bir xəbər gördüm. Cənab mühacirini 3 il zindana məhkum elədilər. Həm narahat oldum, həm də sevindim. Narahat oldum üçün bir vətəndaşımız, bir dildaşımız, bir qandaşımız, bir yoldaşımız, bir əməkdaşımız, zəhmət çəkənimiz, bir milli fəalımız həbsə düşdü. İran bir qazanc qazandı. Şətrəncidə bizim bir adamımızı, bir filimizi ya bir vəzirimizi vurdu. Amma biz neçə vəzir qazandıq. Elə bu adamın 3 il həbsə məhkum olması ilə. Baxın dostlar, diqqət buyurun. Hangi millət bilə-bilə ki bir düşmənim var və indilikdə o güclüdür. Vaqiyyətdir çünki bizim bir İran və Fars adında bir düşmənimiz var. Ordusu var, ittilatı var, əsləhəsi var, tancı var, təyyarası var, nə bilim, bəhsici var, filan var. Güclü görünür. Amma o qədər güclüdür ki, gücü çatır bu iki qanunu icra eləyən istəyənləri salsın zindana. Yəni, bunun gücünü siz görün, nə qədər kiçik bir dövlətdir, nə qədər kiçik bir gələcək görür, nə qədər kiçik bir hakimiyyətdir, nə qədər kiçik bir sistemdir, ideolojidir. O qədər kiçikdir ki, bir dana bizim filimizi vurmağa şətrənc oyununda tamam özünün abrısını aradan aparır. Bunlar nə istəyirlər? Bunlar deyirlər qanun icra olsun. Bunlar deyirlər bizim haqqımız insan olaraq burada yaşırıq. Bizim insan haqqımız olsun. Yüzlər il biz sizə hakimiyyət eləmişik. Heç haqqınızı aradan aparmamışıq. Dilizi rəsmi eləmişik. Amma siz bizim burada haqlarımızı vermirsiniz. Görün, İran dövləti o qədər kiçikdir. Məğzi, strateji otaqları, fikir otaqları o qədər kiçikdilər ki, bizim bir hamımız bir sərbazoq. Biz Azərbaycan və Türk sərbazıyıq. Hamımız. Heç birimizin o birisindən fərqi yoxdur. Yəni, mənim insani ərzişim, milli hərəkətdə olan ərzişim o qədərdir ki, Abbas Lisanı o qədərdir ki, Əli Rza Fərşi o qədərdir ki, Cənab Əkbər Mühaciri o qədərdir ki, Əkbər Azərbaycan o qədərdir. Bizim heç birimiz o birisindən üstün deyirik. Bizim hamımız Azərbaycan və Türk fəalıyıq. Tamam. İndi dostlar, bir dana milləti ki, onun uşaqları bilə-bilə ki, mənim qabağımda bir güc var və o gücün qabağında durur. Mən bunu nənəmə bir 30 il bundan qabaq dedim ki, nənə, mən İranda tək bir adamın qabağında durmuram. Küçədə lat dəyirəm bir latla savaşan. Mən bir hakimiyyətlə savaşıram. Mən bir dövlətlə savaşıram. Mən bir dövlətin ordusu ilə, bəsici ilə, sipahı ilə, ittilatı ilə, ərz edim xidmətizə, dadgahı ilə, dadqüstərisi ilə, polisi ilə, tamam sistemi dövlətisi ilə bunu savaşıram. Mən əgər nə deyirlər, Firdevsinin bir şeir var, yeki mərdə cəngi bə 800,000. Bizim Əli Rza Fərşimiz, Abbas Lisanimiz, Əkbər Azadımız, Əkbər Mühacirlərimiz
Bu tür insanlarımızın bir rejim ilə savaşırlar. Tək canına. Sistem deyirik biz. Bizim əsləhəmiz yoxdur. Bizim ordumuz yoxdur. Bizim tancımız, tüfəngimiz, bizim sipah-pasdaranımız, bizim ittilatımız, bəsicimiz, ərteşimiz, nə bilim, ittilat məmurumuz, polis, dadqüstəri, məclis, bunlar yoxumuzdur, dövlət yoxumuzdur. Bizim hər birimiz, sizin hər biriniz bir dövlətə qabaqsınız. İran dövlətinin düz qabağındasınız. İran dövləti tamamı imkanları ilə sizin təhtcanızın qabağında durub. Bu millət, onun istəyirəm deyəm, qazancımız bu deyil. Bir millət ki bilir, mən bir dövlətin qabağında durmuşam, mən bir dövlətcən güclüyəm, bilir ki, mənim mümkündə əhliyalım qala çətinlikdə, işsiz qalalar, biraz zəhmətə dözələr, amma mən bir dövlətə qarşı savaşıram. Bunun silah götürməyə ehtiyac yoxdur. Savaş həmişə silahla olmaz. Çox vaxt insanlar dilləri ilə, qələmləri ilə yazarlar və bir ərteşdən güclü olarlar. Buyurursunuz dostlar? Bunu istəyirəm ərz edəyəm. Mən bu günləri yolda dedim ki, bir millət ki, bir millətin gənciləri, sizlərin hər biriniz, aleyküm salam əziz dostum, çox sağ olun, var olun. Əgər bir dostumuzun hər birisi, məsələn, burada Yaşar bəyi mən görürəm, ya bayaqları gördüyüm Məmməd bəyi, ya hər kəsi ki, mən indi gözümün qabağındadır, Rəhim dostumuz, ya hər kəs. Hər birisi ki, bunu görür ki, mənim bir güclü düşmənim, amma güclü görmür. Özün milyonlar sərbaz, bəsici, ərteşi, dərəcədar, sipahi, pasdar, ittilat məmuru, ədliyyə, dadqüstəri, zindan, nə bilim, polis, bunların hamısının qabağında, dövlət məclisin qabağında görür. Bu zorluqdadır, bu güclükdadır, bu ruhiyyə. Ruhiyyə mühümdür. Ruhiyyə mühümdür. Və bu millət mütləqa tarixin qanunudur. Tarixin müzəffər olacaqdır, dövlətin quracaqdır. Buna əslə şəkk eləməyin. Misal verirəm. Bir nənə ilə dədə, ya hər kəs, iki dana ayrı cinsdən bir-birləri ilə məşuqəlik elirlər və bunun qarnında bir uşaq toxumu bir-birinə gedir, uşaq düzəlir. İmkansız da o uşaq doğulacaq. İlla ki, nənə sixt eləyir, o ayrıdır. Amma əgər nənə sixt eləməsə, o uşaq doğulacaq bir gün. Hər dənə ki yerə düşür, buğda olsun, meyvə olsun, alma olsun, heyvə olsun, gilas olsun, gilanar olsun, hər nə meyvəsi, hər nə toxum, arpa olsun, buğda olsun, nə bilim, hər nə olur olsun, gül toxumu olsun, nə mənədir, nə çıqqılılıqda, nə böyüklükdə, fərq etməz, olur olsun. Düşdü yerə, toprağa düşdü. İlla ki o bir gün ağac olacaq, bir gün gücərəcək. Bir gün gül verəcək, bir gün meyvə verəcək. İlla, yəni ki, aslan yolu yoxdur. Əgər bir quşi bir yumurta qoyur və o yumurtanın üstündə yatırsa, o yumurta geci tezi cücə olacaq. Əgər bir kəpənək bir alma ağacının gülündə toxum qoyursa, bu geci tezi o almanın içində qurd olacaq və o almanı yiyib çıxacaq eşiyə kəpənəyi olacaq. Azərbaycanın gənciləri sizlər Fars sistemin içində onun nəqşini oynursunuz. O dananın, hökumətin danasını tökürsünüz. Hökumətin danasını əkirsiniz. Hökumətin dənlərini əkirsiniz. Hökumətin toxumlarını qoyursunuz. Milli hökumətin. Bunlar geci tezi İranda və İran torpaqlarında, bugünkü İran torpağı hesablandı, Türk hakimiyyəti işə gələcək. Baxın, bir təntənə ilə, səsinə, məsinə gedirik Azərbaycanın mərzində manor eləyək. İndi yalan doğru 14 nəfər deyirlər, özləri yaranıbdır. Vaxtən mən buna əvvəl gün eşitdim, yalan ya doğru. Əlbəttə bunu mən inanıram ki, belə olar. Çünki mənim bir xalaoğlum var, bir dəfə də demişəm. Bu sərbazçılıqda o
rəzimi işləmişdi. Bunu verdilər, mürəbbi oldu Sipah paslarında. Deyirdi ki, biz uşaqlarımızı hər dəfə ki döyür qutarırdı, apardıq bir manora ki, buradan məsələn güllə assınlar filan bəhman. Deyir, bir dəfə də xumparə gətirdilər, atdılar. Xumparə düşdü öz nirularımızın içinə. Amuzəşdə biz 12-13 nəfər şəhid verdik. O zaman deyirdi. İndi diqqət buyurun. Bərərə serial yadıma düşdü ki, orada xiyallarında gedirlər manor verələr. Xiyallarında erkeş yoxdur, bir düşmən yoxdur. Xiyallarında gedirlər 12-13 nəfər oradan yaralı gəlir bura. Mən buna inanıram ki, sizlər bu işi gördünüz. Mən Azərbaycanın tamam çalışanlarına, kiçikdən böyüyə, hər fikirdə olurlar olsunlar, istiqlalçı, federalçı, İrançı, hər nə fikirdə olurlar olsunlar. Onlar ki, bu məsələdə girdilər meydana və yazdılar. Əllərinizi və qələmlərinizi ötürən. Baş əyirəm sizin tək-bətəkizə. Biz İranın kulli sistemin yıxdıq. O kəb-kəbə ilə, dəbdəbə ilə pan-İranistlər Clubhouse-da, orada, burada hürürdülər. Hür ha hür, gecə günüz özlərinə də bir ruhiyyə almışdılar. Mən istədim bu haqda bir gün danışım, amma iş gəldi başıma, danışmadım. Demirəm də nə iş gəldi, amma o haqda danışa bilmədim. Bəli, bugün işarə eləyəcəm. O qədər hürürdülər, girmişlər bir qullabi bir şeyə, bunlara yel vurduqca yellənirdilər. Getdilər və sizlərin zəhmətinizin sayəsində bir gün manor verə bilmədən nə qədər yaralı verdikdən sonra bizim o pis məsəlimiz var, amma gözəl məsələdir, pis deyil. Quyruqların qoydular bellərinə, qışlarının arasına. İt qorxanda quyruğun soxar iki qıçının arasına. Bunlar da quyruqların qoydular. Əslən demədilər ki, qeydirik. Yavaşcana çəkilək dalıya. Niyə? Çünki burada Türk dünyasının qabağında dururdular. İstər istəməyə Azərbaycan və Türkiyə ermənilər geci-tezi Zəngəzurdan çıxacaqlar. Ermənilər ehtimalən bu bir ilin içində Zəngəzuru verəcəklər, Türkiyə ilə barışacaqlar, Azərbaycanla barışacaqlar, ehtimali %90'dır. Zəngəzuru verəcəklər ki, iqtisadi vəziyyətdə gəlsinlər. Çünki indi Türk dünyasının ortasında fəqət bir yoldan yollar var, Gürcüstan. Və Gürcüstan Türk dünyasının dostudur. Ermənilərə və Rusiyələrlə savaş halındadır. Ermənilər onlar, baxın, ermənilər. Gürcüstan, Azərbaycan və Türkiyə və bu tərəfdən də İranın arasındadır ki, Azərbaycandır İran. Burada Azərbaycandır. Mühasirədədir. Heç yolu yoxdur. Erməninin Zəngəzuru verməkdən sonra heç yolu yoxdur. Erməninin bu iki deyibdir, yalandan ki, iddia eləyiblər, bizi tarixdə qətliam eləyiblər. Özlərin bizi bənzədələr Hitlerə. Özlərini də bənzədələr Yahudilərə, Hitler qətliam eləyibdir. Ona görə gəlmişə qətliam sözü çıxartmışlar ortaya. Heç sənət mənət də vermirdilər. İsraillərlə ağal Yahudilər sənət qoyurlar. Ağa, bir adamımız ölüb, bu adları, bu əksləri, bu da şöhrətləri, bu da yerləri, bu da dedənələri, bu da nənələri. Ermənilər bizi qətliam eləyiblər. Düşmən ilə bizim içimizdə əlbir olublar. İndi onlar bizim içimizdə mühasirədədirlər, dostlar. İran çalışır ki, Erməniyə bir o fürsəti versin, tarixi bir stratejik xidmət eləsin. Nədir? Qoymasın, İran nə karədir Zəngəzur? Dünyada qanuni beynəlmiləl var. Qanuni beynəlmiləl. Qanuni beynəlmilərdə İranla Əraq nə cür sülhlər özləri bilərlər. Toprağın verər, topraq alar, su verər, su alar, dağ verər, dağ alar, özləri bilərlər. Amma onu alandan sonra üçüncü ki, bir məmləkətə durə suzur. Hurmaq gəlməz. Bu günləri İran hürürdü. Mən qoymaram Ermənistandan siz torpaq alasınız. Sən nə çarəsən? Sən burada hangi ağacın dibində bir kudsan? Adam kudu ya mal kudu? Kud deyirəm ha. Yəni diqqət buyurun ki, o anlamında demirəm. Amma bizim şeydə mal poxusan. Hangi mal poxusan sən? Hangi ağacın dibində? Gələsən deyəsən ki, Türkiyə və Azərbaycan sən burada Ermənistandan yer almasın. Sən nə çarəsən? Və indi nə oldu dostlar? O yekəlikdə İran dövləti sizin qələmlərinizin qarşısında pıs yatdı. Və o pan-İranistlər ki, Clubhouse-da orada burada hürürdülər. Elə ki, qoyuqdu bunlara yel vurulurdu. Onların da hamısı pıs partladı. İran budur. Pan-farslar bulardı. Dostlar, İran və pan-farslar
Geçən 3000 ildə bir dana savaşda müvəffəq olmayıblar. Bir dana savaşda, bir dana difada olmayıbdı. Bir dana difa tapanması ki, İranlılar difa eləyiblər və məğlub olmayıblar. Yəni bir təhacüm xaricidə məğlub olmayıblar. Ən sondakı İran-Əraq savaşı idi. Diqqət buyurun. 8 il savaşdan sonra 1 metr alanmadılar. Hala Əraqın əlində yerləri var. Hala, bugünkü mən sizinlə danışıram, hala İranın Əraqında yerləri var. Alanmayıblar. Əraqdan bir tümən qənimət ala bilməyiblər. Bir tümən xəsarət ala bilməyiblər. Türklər tarixdə, savaşdıqları tarixdə udduqları da olub, uduzduqları da olub. Bunu danmırıq. Qacarda uduzmuşuq. Amma 30 il savaşmışıq. Nəftimiz yox, qazımız yox, filanımız yox, savaşmışıq. Yəni, nəft pulu yox idi, tank yox idi, tüfəng yox idi, filan yox idi, savaşmışıq. 30 il savaşmışıq. Uduzmuşuq. Amma 30 ildən sonra, yəni şərafətlə uduzmuşuq. 8 il savaşıblar. Bunu savaşanlar Rorlardı, Türklərdi, o birisi millətlərdi, Farslar da var, demirəm Farslar yox idi. Amma bunlar olmasaydı, Farslar orada 24 saat davam gətirənməzdilər. Bunun üçün deyirəm, Azərbaycan milləti və Türk milləti. Sizin tək-təkinizin əlinizi və qələmizi öpürəm. Çünki siz bir daha görsətdiniz ki, bir mücəhəz ordu neçə ləşkər gətirir adırlar ora? Götürənmədilər. Siz görsətdiniz ki, o filmləri çəkib götürdünüz ha. O filmləri gətirdiniz, videoya qoydunuz ha. Videoda, YouTube'da, nə bilim, Instagram'da, Telegram'da, Facebook'da, sosial şəbəkələrdə qoydunuz ha. İran gördü ki, bölünüb iki yerə. Bir İran var, bir Türk var. Bunu İran gördü. Niyə İran deyirəm? Çünki indi bir siyasi mərz var da, adı İrandır. Ona görə İran deyirəm. Amma onlar gördülər ki, bu İran öz iki parçadır indilikdə heç olmasa. Ərəblər bizim yanımızda durdular. Mən Kürdlərdən birisi gördüm, bizim yanımızda durublar. Baxın, Türklər ayağa durandan sonra Kürdlər, Ərəblər, Bəluçlar, Türkəmənlər, hətta Giləşlər, Mazənilər məcburdular bizim yanımızda dururlar. Gücü seçəcəklər. Güc Türk dünyasındadır. Geçən dəfə dedim, Azərbaycan 44 gündə tarixdə bu günəcən görünməmiş bir iş gördü. Şuşanı almaq özü tarixdə bir gündə onu da, yəni 16 saatdan da az da, Şuşanı almaq tarixdə görünməmişdi. Tarixdə heç kəs Şuşanı, heç bir güc Şuşanı bu sürətlə almamışdı. Bunu göstərdi ki, Azərbaycanlılar savaşçıl bir millət, iradə eləsələr istədiklərini elərlər. Türklər bir-birinə yaxın gələndən sonra. İndi biri də istəyir bizi Şiə-Sünni davası salarlar bizim aramızda. Nə bilim, Farslar deyirlər ki, nə bilim, Səfəvi filan. Səfəvi türkdür. Özünüzü cırmayın. Filan yerizi cırmayın. Səfəvilər türkdür. Bir dənə tarixdə iştibah eləmişik. O da hər yerdə olardı, biz də eləmişik. Biz də istəmişik özümüzə bir dövlət bulaq. Səfəvi dövründə. Bir ideolojinin şeyinə getmişik. Necə ki, indi bir iddə türklər Marksizm, komünizm, Leninizm, sosializm teorisinin inanıblar ona. Biz də bir zaman getmişik Şiəliğə inanmışıq ki, Şiəliğlə əlbir eləyək, bir dənə məmləkət düzəldək ki, məsələn, Osmanlıdan fərqli olsun. Bu iştibahi eləyib, dədələrimiz eləyiblər, tamam, eləyiblər. Şiəliqdən çıxıblar, tamam, çıxıblar. Bunu da qəbul eləməliyik, bu da bir böyük iştibahi eləmişik. Biz Həzrəti Məhəmmədin dininə getməmişik. Həzrəti Məhəmməd, Həzrəti Əli, Fatimə, Zəhra, Həsən, Hüseyin, bu imamların hansısını deyirsiniz, sayın gəlsin, bulaşacaq. Hamısı Məhəmmədin dinində idilər. Heç birisi Şiə deyildi. Bu Şiə Farsların dinidir və Farsların inancıdır. Bu 14 cild kitablarının 13-dən çoxu yalandır. Ayətullah Məsumi Tehrani dedi də, Xameneyi ilə də famildir. Mənə nə? Və heç kəs inanmır bula.
Biz bu iştibahı da eləmişik. Tarixdə iştibahlar eləmişik. Biz daimən din dəyişdirmişik. Din dəyişdirmək bir şey deyil. Din başmaq kimi bir şeydir. Farslar dini əsləhə kimi işlədirlər. Başmaq kimi yox. Üsulən gərək biz dini paltar kimi giyək. Əcəciysaq. Başmaq kimi giyək. Yəni, giyirik ki, məsələn, özümüzü qoruyaq. Birləşək, canımızı qoymayaq şey olsun. Din də bizə bir zaman bu oyunu oynurdu. Elə Səfəvilərdə bizi birləşdirdi, eləyə bildik bir hökumət quraq burada. Sonra da uduzduq, çünki dini uduzduq, yəni ideolojini uduzduq əvvəldə farslar, onu qəbul elədik, onun üçün də uduzacaqdıq farslar. Yəni bu domino deyirlər adına da, domino oyunları vardı, daşları belə qururlar bir-birinin dibinə, aşanda görürsün, bu aşır, hamısı aşır, gedir başacan. İndi o domino, indi tazası çıxıb da onu double domino deyirlər. Yəni ki, gedir bir dəfə yıxılır başacan, bir də başda bu yıxılır, gəlir ayrı bir vəziyyətə düşür. Yəni vəziyyətlər dəyişir. Əvvəlki illər yıxılırlar, sonra da bunlar bir-birinin dalına düşürlər. Buna double deyirlər. Ya effekt deyirlər. Yəni tərsə iş olur. Onun əvvəldəkinin tərsəsi olur. İndi bizimki də odur. O zaman ki şiəliği qəbul elədiniz, farslıq üstə gələcək. Çünki farslıq yəni şiəliq, şiə yəni fars. Və farslar şiəliği bir dənə bombaton kimi istifadə edirlər, təyyarə kimi istifadə edirlər, savaş təyyarəsi kimi, hətta musafir təyyarəsi kimi, yəni adamları oradan buraya daşısınlar da. Bunu kimi istifadə edirlər. Və biz şiə olduğumuz zaman farsların əlində bir narincək kimi olacaq, bir bomb kimi olacaq, bir təyyarə kimi olacaq. Lazım olanda bizi minəcəklər, aparacaqlar, bomb salacaqlar, lazım olsa daviyə aparacaqlar filan bəhman. Biz bundan getməliyik. Amma hər halda bu günləri gördük ki, biz Səfəvilər eləyən iştibahı eləyib durmadıq. Biz türklərin yanında durduk. Biz, İran da bunu gördü. İran gördü ki, içəridən bölündü. Bu, elə cırılıb İran, yəni geçən bir ildə, bu indi ikinci dəfədir. Bir ildir, bir il qurtulur. Hələ bir neçə gündən sonra biz bunu inşallah bayram tutacaq. Dostlar, ikinci şey ki, qabağa gəlir, bizə zəfər verəcəkdir. Mən indi 6 nəfər burada canlı görürəm. 6 nəfərdən xahiş edirəm bunu yayın. Hər az bir 600 nəfərə bu sözü yetirin. Geçən il biz Azərbaycan Cumhuriyyəti erməniləri torpaqlarından çıxartdılar. Bu zəfər bizə və Azərbaycan və Türk dünyasına bir böyük güc verdi. Biz geçən 200 ildən çox da, yəni Ağa Məhəmməd Xan Qacardan bu günə qədər ən böyük qazandığımız, Azərbaycanlıları deyirəm, Türk dünyasını demirəm, ən böyük qazancımız buydu ki, ermənilər torpaqlarımızdan saldılar eşiyə. Bu bizim ən böyük bayramımızdır. Yəni biz bunu bayram tutmalıyıq. Şirinləri almalıyıq. Elə olacaqdır ki, İran görəcək ki, Azərbaycan başdan başa, Türklər başdan başa bu zəfəri bayram tuturlar. İndi ikincisi də bu İran ordusunun Türkiyə mərzlərindən quyruğun qıçının arasına qoyub dalga etməsi idi. Da hürə də bilmədilər. Və panfarsların sınması. Yəni, bu bizə bir əcib gücdür, dostlar. Panfarsların sınması. Klabhausda, orada, burada hürürdülər. Bunların hamısı quyruqlarını qoydular. Yerlər patladılar. Yerləri çıxdı, qoyuqlarıdılar ki, yerli şey oldu. Yerləri boşaldı. Biz qoyuq demirdik. Biz buna deyirdik piləcək. Bunlar pilirdilər. Pilədikcə yekəlirlər. Ha, İran gedir ora, vuracaq, dağıdacaq. Ulan, nə vuracaq, nə dağıdacaq? İran nə pulu var, nə gəliri var, nə nəfs sata bilir, nə qaz sata bilir. Təhcə yolu dünyaya Türkiyədir. Və Türkiyə təhcə dövlət idi ki, İran iki sistemdə İrana köməklik edirdi. İki sistemdə. Nə idi bir? Bir icazə verirdi ki, sipahi pasdaran, Kürdlərin vəsiləsi ilə qaçaq eləsinlər İranlı, Türkiyədən bura qeyri-qanuni, amma gözün yumurda deyirdi, aparın. Çünki istirdi qeyri-qanuni halət. Desin, mənim xəbərim yoxdur, bunlar getirsinlər, getirsin İran, içəridə getirsin. Millət çox da ac qalmasın, susuz qalmasın, nə bilim, davasız qalmasın, dərmansız qalmasın, bu işləri sipahi pasdaran qaçağı görürdü. Kürdlərə də qazanc olurdu, tamam. Bu Türkiyə bunu hər halda bir siyasətlərə görə bunu gözünə alırdı. İkincisi buydu ki, təhcə dövlətdir ki, yol verirdi ki, Avropaya getsin. İndi İran bu qapını bağladı üzünə. Azərbaycanda Ermənistanı bağladı üzünə, İranın üzünə. Əlbəttə, baxın, bunu deyim. Azərbaycan bu günləri, əgər hətta Zəncəcura deyə oradan açığa, ermənilərə siz buradan rahat gedin, bizə maliyyat da verməyin.
İran bir dənə iynə ucu apara bilməz Gürcüstana, çünki Gürcüstan mərzi bağlayıb İranın üstünə. Gürcüstan istəyir dünya iqtisadına yapışa. Hər məmləkət qonşusundan keçinər. Qonşu qardaşdan irəlidir. Niyə? Çünki sən onun qonşusan. İranın qonşularında hangi, bax, Əfqanistanla cür deyir, Pakistanla cür deyir, Əraqla cür deyir, Türkiyə ilə cür deyir, Azərbaycanla cür deyir, sən hara ilə cürsən? Sən hara ilə cürsən? Sən tamam qonşuları özünə düşman eləbsən, sənə uzaqda düşman lazım deyil ki. İndi sən Türkiyəni də bağladın üzvə, Azərbaycanı da bağladın üzvə, Azərbaycan bazarını üzvə bağlarsa, Türkiyə bazarını üzvə bağlarsa, icazə verməzsə sənin trellərin oradan geçsin, bir yük aparsın. Sənin qazıva almasa Türkiyə, sən neyə niyəcəksən? Türkiyə Azərbaycandan rahatca qazalar. Dünənəcən Nigeranda olsaydı ki, Azərbaycan gələk, mən Ermənistandan lülə gətirəm, Ermənistan lülə verməz. Bu günləri lülələri Zəngəzurdan getiriləcək. Sən nə satacaqsan? Nə alacaqsan? Sən Türk dünyasının içində, Türk gəmisində oturmuşsan, hamının gözünü çıxadırsan. Gözünü elə çıxadarlar, pambıqla başını kəsərlər. Türklərin, düzdür, Türklər qılıncla kəsərlər. Bu bir dənə vaqiyyət tarixdə beləsi olubdur. Amma indi bizim bir dənə liderimiz var qabaqda. 2 dənə əlbəttə liderimiz var. İkisi də farslar demişəm Karkoşdə. İkisi də siyasətin anasından doğublar. Əliyev cənabları siyasətin anasının KGB-nin rəisinin evində doğulubdu. İkinci məqamdır Türkiyədə. İttihad-ı Cəmahir Şurəvi sabiqdə ikinci məqamın evində doğulan bir adam özü ittilaat sistemində. İntelligence sistemində doğulan bir ailənin uşağına sən bir dənə pan-İranist orada oturubdu deyir ki, Əliyev falan-ı Bəhman. Oğlum, sən Əliyevin dırnağı qırılır, düşür yerə ha. Oncan siyasətdə və intelligence servislərin işlərində savadın və düşüncən olsa, dilivi soxarsan dinməz yerə. Əliyev hara, sən hara? Əliyevin dədəsi Heydər Əliyev rəhmətdir. KGB-nin ikinci məqamı. Və bu evdə bu uşaq belə doğulan gündən, yerə nənəsindən düşəndən bu siyasətlə düşüb. Bimaristanda doğulanda siyasət meydanına doğulubdu. İndi bilmirəm 40 sinni var, 50 sinni var, 60 sinni, hər nə qədər sinni var. Amma bu evdə və bu siyasətin içində və siyasətin gizli siyasətin içində yekəlibdir. Bu dünyanın gizli siyasətini bilir. Heç görün, baxın, İran'ı belə hürdü. Heç görün onun üstünə bir şey dedi. Dalda da işin gördü. İran quyruğunu qoydu, içi qışının arasına qeydicək. Türkiyə fəqət bir şey, prezident, baxın, Rəcəb Tayyip Erdoğan. Qılıncını çəkəndə çəkir, vuranda vurur, sonra da yur yedir. Yadınızda saxlayın, Rusiyanın savaş hava peymasını saldı. Bir ildən də sonra getdi, yudu çıxdı, getdi. Düşmən eləmədi. Türkiyə dünyanın öz əleyhinə, bax, İsraillə gəlgedi var. İsraillə əleyhinə də danışıb, gəlgedi də var. Axı İsraildən Azərbaycan ağa bir ayrı dövlətdir, sənə nə? Sənə nə? Sən məsələn bir ayrı məmləkətinin alverin var, ermənilərin alverin var. Azərbaycanın düşmənidir. Azərbaycanın toprağını işğal edib 30 ildə sənə Azərbaycan deyib niyə Ermənistandan alver elirsən? Niyə silah verirsən, niyə nəf verirsən, niyə yemək verirsən, niyə imkanat verirsən, niyə mənim qabağımda onu müsəlləh elirsən ki, mənim adamlarımı öldürsün? Çünki Azərbaycan bir siyasi sistemdir. Onun insanları bilirlər ki, hər dövlət özü müstəqil olduğu üçün, dünya onu rəsmiyyətə tanındığı üçün, özü bilər hər kəslə alver elər. İndi Azərbaycan istəyir İsraillə alver eləsin. Sənə nə? Sən nə qarəsən, hankini oxudun, aşırsan, sən deyəsən ki, Azərbaycan, sən ondan alver eləmə. Niyə? Niyə? Sənin milli mənafeyin, İranın milli mənafeyi, Farsların milli mənafeyi, Türklərin milli mənafeyi ilə bir deyil.
Sən əmələn göstərdin ki, heç bir əlbəttə buradan dəfələrlə göndərmisən. Sən giroqan tutmusan və xarici şeylər biz bilirik ki, sən qanun bilməzsən. Sənin islah tərəflərin onlar işte danışıqdan çıxırlar. Onlar çıxırlar xiyabanda məcbər Amerika, məcbər İngilis, məcbər Fransa, məcbər o, məcbər bu, hamısına məcbər deyirlər. Biz bilirik ki, sənin təhsil kərdələrin belə siyasəti düşünmür. Sənin siyasi danışçıların, danışqahların belə bunu düşünmürlər. Sənin nümayəndələrin məclisdə dururlar, rahat peymalıq elirlər. Azərbaycanın əleyhinə 140 dana nümayəndə məclisdə götürüblər bir şey imzalayıblar. Və hamısı bu günləri yediklarına peşimandılar. O bal işi yedilər orada. Ona peşimandılar. Çünki onlar onu yazandan sonra dövlət ərteş quyruğunu qoydu, iki qıçının dalasını qeyddi. İndi üzü qəralıq kimi qaldı nümayəndələrə. Dostlar, İntixabatda yadınızda dedik bu nümayəndələrə rəy verməyin. Dedik bu dövlətə rəy verməyin. Dedik bu şura şəhərlərinə rəy verməyin. Hanı bunların səsləri? Hanı bunların səsləri? Hanı bunlar Azərbaycan və Türkün yanında durduqları? Hamısı bizim əleyhimizə danışdılar. Hamısı. Həm nümayəndələr məclisi idilər, həm şura şəhərlər. Hamısı. İndi bilin, onlar iki gəldilər, kandiklərdən himayət elədilər. Bir iddəsi pul alırdı, onların nökərliğini elirdi. Bir iddəsi bilməyə. Bir iddəsi də deyirdi ki, biz də bu inəkdən sağa bilərik. Azərbaycan üçün bir şey. Amma bu inək, Azərbaycan inəyi də Azərbaycana süzül versin. Bu inək Farsın inəyidir. Sən istəyəsən sağasan, təpi ilə vurar səni əzər. Ən yaxçısı Urmiyəli o nümayəndə idi. Dünən danışdı, görün nə dedi? İlham Əliyevə və Erdoğan cənablarına dil çıxartdı bu boyda. Niyə onlar demədilər ki, bizim millətimiz narazıdilər? Demirəm İrandan himayə, İran içində otururlar, deyirlər, İran dövlətindən bizim mübarizə edirik, yox filan. Əvvələn eləyə bilərlər, sakit qalalar, tərəfsiz. Mən mövzu tutmuram, mən imzalamıram. İmzalaram, mənə rəy verənin yanında, Azərbaycanın yanında pis olaram. Bunlar bunu qəbul eləmədilər. Onlar iki durublar. Geçən 10 gündə, geçən 5 gündə, 6 gündə Azərbaycan və Türkiyə əleyhinə mövzecilik eləyiblər, yazıblar və danışıblar. Onları siz düşmən hesabına qoyacaqsınız. Onlar Azərbaycan və Türkün düşmənidirlər. İnanmayacaqsınız. Bunlar sadəcə sübhab-ı itminandılar. Qazipur və filan bunlar hamısı o zaman ki Azərbaycanda görürlər ki bir həyəcan olur, Azərbaycanlılar qalxacaqlar, gələcəklər xiyabana, İran rejiminə bir dünya etibar aradan gedəcəkdir. Onda gəlirlər qabağa, o dövlət falan eləcə, bəhman eləsin, bəhman. Bunların hamısı buna görə ki Azərbaycanlılar xiyabana çıxmasın. Bu da bizə bir mühüm dərsdir. Bu da bizə bir mühüm dərsdir. Biz düşmənimizin, düşmən ağıllıdır. Düşmən gəlir bizim içimizdən bir iddə adamlara post məqam vermək adı ilə onları alır. Onlar işi baxın, bir iddəsi Azərbaycançılıq və Türkçülük elirdilər, indi məclisdədirlər. Baxın görün Azərbaycan və Türkiyə ziddinə necə danışdılar. Kürt nümayəndələri həmişə Kürtlər bir iş görəndə Əraqda olsun, ya Suriyədə olsun, ya İranda olsun, gediblər parlamenda İran əleyhinə danışıblar, ya Kürtlərdən himayət ediblər. Bizimkilər nə? Onlar ki bizdən rəy alın, bizim adamlarımız rəy vermişlər bir iddə, hamısı getdilər, üzümüz yuxarı bizə söyüş verdilər. Bizim əleyhimizə danışdılar. İndi dostlar, İran bir iş gördü. Mərzidən qeyddə axı. Axı, indi nə deyərlər? İndi dünya gördü ki, İran, Azərbaycanlılar və Türkün qabağında bir iş görə bilmədilər, qorxdular, dalı oturdular. Buna deyərlər farsça əqəb neşini, həm də müftəzəhanə. Bunu biz bayram tutmalıyıq. Bir dənə bayramımız 40 gündən sonradır.
O 40 gündə biz, yəni o gün ki biz Şuşanı alacaqlar dostlarımız, o günün il dönümündə biz Azərbaycan və Türkdə bayram hesablamalıyıq. Biz il bayramımızda bizə mühüm deyil. Bizə ən mühüm bayram Zəfər bayramıdır. Biz Zəfər bayramı bayram tutmalıyıq. Bu birincisi. İndi bizim düşmənlərimiz də bəlli oldu. Bu da bir bayramdır. Yəni onlar ki intixabatda biz iki dəstə düşmən, biri də rəy aldılar, düşmənliklərini göstərdilər. Biri də təbliğat elədilər, gəlin rəy verək. Onlar da göstərdilər ki, yolları düz deyildi. Mən demirəm hamısı xaindir, bu iddianı eləmirəm, amma içlərində xainləri çoxdur. İçlərində pul alan xainləri çoxdur. Agəhi alıblar, nümayəndə nə hər kəsdən girdilər. Mən bir belə tərəfdarım vardı, oradan mən sizə rəy alacağam. 50 milyon, 100 milyon pul aldılar və milləti tovlamağa çalışdılar. İndi dostlar, bir məsələmiz də şeydir. Düşmənlərimizi tanıdıq. Yəni bizim 2 dəstə düşmən, 3 dəstə düşmənimiz var. Panfarslar, hakimiyyətdə olanlar, bunlar bir tərəfdirlər. Panfarslar və Panfars deyəndə kimlər olur dostlar? Ya İran şəhrilər bəzilər deyirlər. Onlar ki Azərbaycan və Türk etiqadları yoxdur. Və özlərin buna düşmən bilirlər. Yəni biz özümüzü Farslara düşmən bilmirik. Amma Farslar bizi özlərinə düşmən bəlli eləyiblər. Yəni bizimlə düşmənlik eləyirlər. İndi düşmənin qabağında düşmənlik eləyəcəksən. Yəni indi Farslar bizim düşmənimizdir. Çünki bizə düşmənlik eləyirlər. Biz də onların qabağında, onlar bizim düşmənimizdir. Biz onları düşmən görməliyik. İkinci dəstə onlar ki bizdən rəy aldılar və onlar ki rəy almağa təşviq edirlər. Bu 3 dəstə. Bu 3 dəstə mütləqa biz bunlarla xəttimizi müşəxəs eləməliyik. Onlar Azərbaycanın dostları deyillər. Türkün dostu deyillər. İllası var. İlla bu ki, mən də bir zaman iştibahlar eləmişəm. Təhlillərimdə iştibah eləmişəm. Yazılarımda iştibah eləmişəm. Fikrimdə iştibah eləmişəm. İrançılıq eləmişəm. Farsçılıq eləmişəm. Ərz eləyim, İslamçılıq eləmişəm. Ərz eləyim xidmətinizə. Dünya İslamçılıq eləmişəm. Tövbə eləmişəm. Hər mərhələdə ki mütəvəccüh olmuşam, iştibah edirəm. Gəlmişəm millətimin qabağına demişəm, ağa mən bu işi görmüşəm. İndi bilirəm iştibah eləmişəm. Mən çox üzr istəyirəm ki, sizə bu iştibahı eləmişəm və sizə həzinə təhmil eləmişəm. Mən bundan bu yüzə onu islah eləməyə çalışacağam. Əgər bir nəfər, bir kandid, bir nümayəndə, o adamlar iş təbliğat edirdilər. Bu günləri gələrlər və deyərlər ki, ağa biz iştibah eləmişik intixabatda. Onları bizim millətimiz böyük millətdir. Bağışlayan millətdir. Bağışlarlar, onları əfv elərlər, onlar millətin içində qeysinlər və cübran eləməyə çalışsınlar. İndi dostlar, səhvlər çox belə ciddi halətdə ayrıldı. Azərbaycan və Türk və Fars, İran və Türk, İran və Turan səhvləri ayrılırdı. Bunlar bir-biri ilə barışmazlar. Bunlar bir-biri ilə Türk ilə Fars barışmaz. Suları tarixdə yola getməyibdi. Suları tarixdə yola getməyibdi. Yenə də getməyəcəkdi. Yenə də getməyəcəkdi. Biz Türk'ük, onlar Farsdılar. Onlar bizi düşmən bilirlər. Baxın, bir ayrı məsələ. O Azərbaycan, o mütəhhəridir, nə bilim, o filandı, bəhmandı, qulaqlı, filan, hürürlər orada burada ki, Azərbaycan bebamivi həm bərgərdət, filan bəhman, anasının qucağına gəlsin. Əvvəlin İranın əri kimdir? İranın əri Türk. İranın əri Türk. Çünki biz yaratmışıq bu İranı. Bu İranı biz hamilə eləmişik. Bu İran bizim arvadımızdır. Biz Türklərin
Biz yaratmışıq. Səfəvilər yaradıbdı. Səfəvilərdən qabaq burada torpaq üzündə belə bir coğrafiya yox idi ki, adı İran ola. Sonra Ağa Məhəmməd xan Qacar yaradıbdı. Ən sonuncuda Ağa Məhəmməd xan Qacardır. Ağa Məhəmməd xan Qacardan qabaq Səfəvilərdir. Səfəvilərin arasında İran aradan, yəni o torpaq ki, Səfəvilər yaratmışdı, aradan gedibdi. Ağa Məhəmməd xan yenidən onu düzəldibdi. Sonra Fətəli Şah dövründə bunun bir parçası 30 il savaşdan sonra Rus əlinə keçibdi. Rus əlinə. Əlbəttə, əgər Fətəli Şah olmasaydı, məsələn Rıza Şah ya Məhəmməd Rıza Şah ya Xameneyi olsaydı, İranın bugünkü qalan yeri qalmazdı. O Fətəli Şahın savaş gücü, Fətəli Şah bilirsiniz, ömrünün yarısından çoxun savaş meydanında fərmandeh olaraq qılınc və tüfəng əlində savaşdığına keçirdibdi. Fətəli Şah mərkəzdə oturub dəstur verməyibdi. Fətəli Şah hər savaşın içinə giribdi. Və hər savaşda ta o günəcən ki, özü şah olubdu. Özü şah olandan sonra öz oğlun, qardaşlarını göndərib savaşa. Və 30 il savaşdan sonra Azərbaycan bir bölümü Rusiyanın əlinə keçibdi. Yəni bu İran imperatoriya İrani ki, Qacarlar yaratmışdı, imperatoriya Qacar. İmperatoriya Qacar ki, Qacarlar yaratmışlar, onun bir hissəsi getdi. İrandan getməyibdi. İran bizim, baxın, bizim dədələrimiz Qacar dövründə, ya Səfəvi dövründə Farsistanı alıblar, Farsların torpaqlarını və biz kolonize eləmişik onu. Yəni bizim müstəmrəmiz olubdu. Biz Farsların toprağı olmamışıq. Farslar bizim toprağımız olublar. Farslar bizim ağamız deyildilər tarixdə. Biz Farsların ağasıydıq. Necə ki, Azərbaycan heç vaxt, keçən 1000 ildə, 1400 ildə, heç vaxt keçən 1400 ildə İranın və Farsların ayağının altında deyil. Farsların atı Azərbaycanda sürülməyibdi. Bu bizim atlarımız idi ki, Farsistana sürübdü. Farsistanı işğal eləyibdi. Farsistanı bayrağımızın altına getirmişik. Farsistanı biz məmləkət tanımamışıq. İndi mən deyirəm Farsistan. Buna görə ki, Farsların coğrafiyasını isə, amma Farsistan adında tarixdə, baxın, mən adların sayı dostlar, diqqət buyurun. Mən adlar ki, bugün siyasi vardı, tarix keçən 300 ildə sayırım. Millətlər ki, bu o coğrafiya var. Gürcüstan var, Azərbaycanlılar alıblar. Ermənistan var, Azərbaycanın bir torpağı olubdur. Azərbaycan özü müstəqil bir torpaqdır. O taylı, bu taylı, biraz da Türkiyədədir. Azərbaycan torpaqlarıdır. Dilləri də, kültürləri də, dinləri də bizim tayımızdır. Azərbaycan pəs. 4. Kürdistan. Kürdistan bizim toprağımız olubdur. Bizim toprağımız olubdur. Almışıq. Savaşmışıq. Ölü vermişik. Şəhid vermişik. Amma öldürmüşük, almışıq torpaqları. Kürdistandan sonra keçdi hara? Əl-Əhvaz, Ərəbistan. Adı tarixdə Ərəbistandır. Ərəbistanı biz almışıq. Döymüşük, vurmuşuq, qırmışıq, almışıq. Bəluçistan, döymüşük, vurmuşuq, qırmışıq, almışıq. Loristan, döymüşük, vurmuşuq, qırmışıq, almışıq. Türkmən Səhra ya Türkmənistan, döymüşük, vurmuşuq, qırmışıq, almışıq. Əfqanistan, döymüşük, vurmuşuq, qırmışıq, almışıq. Ərağın bir parçasını döymüşük, vurmuşuq, qırmışıq, almışıq. Farsistan hardadır? Əslən, Fars torpağı yoxdur. Tarixdə Fars torpağı yoxdur. Çünki biz onlara adam bilməmişik ki, onlara ad qoyaq ki. Biz onları torpaq və millət bilməmişik. Çünki onlar millət deyil, onlar bura mühacirdirlər. Muhacirin, necə indi Amerikaya gəlir, siz bir yer tapanmazsınız ki, deyəsiniz, bura İrandır. Çünki muhacirdir. Gərək cəmiyyətiniz o qədər olaydı, siyasi vəziyyəti bura bir adınız olaydı. Onun üçün də Farslar həmişə İranın ən pis yerində yaşayıblar. Ən pis yerləri Kəbirlər. Biz Kəbirlərə demişik, gedin orada yaşayın. İndi istəsən mənim toprağımda yaşayasan, get Kəbirdə yaşa. Kəbirdə yaşayan millət bu günləri deyir ki, Azərbaycan nami mihənə gəlməsə, nənəsinə qeytməsə nə olur? Ulan, nənəsin biz hamilə eləmişik, sən gəlmişsən bizdən şey istirsən. Sən bizim uşağımızsan. Sən bizim uşağımızsan, amma vələdizzinə.
Sən vələdüzzinasan. Səni geci tezi biz yenə tıxacıyıq o çəvirlərə. O çəvir lut, o çəvir nəməkə səni soxacıyıq. Sən orada qalacaqsan və bu millətlər ki, sənin ətrafında var, sənə nəfəs yeri verməyəcəklər. Sənə su verməyəcəklər. Sənə bir qətrə, bir şey verməyəcəklər. Sən orada ölümə məhkum olacaqsan. Mən bu qədər nasyonalist ola bilərəm. O milləti ki, bu günləri, bu millətləri ki saydım, millət hesab eləmir, haqqı, hüquq vermir, topraqlarında onları mühacir hesab edir, özü mühacir ola, sən topraq sahibsən, niyə Gilanda deyildin? Niyə Mazəndaranda deyildin? Niyə Azərbaycanda deyildin? Niyə Kəvirdə? Ulan sən torpaq sahibsən, niyə getmirsən Kəvirdə yaşamısan? İlləti budur ki, səni qavıblar bir yerdən, sən heç yerə də qoymayıblar, zorun da heç yeri çətməyib alasan, getmirsən, yığışmırsan Kəvirə. Sən indi ingilislərin nəmənəsi ilə kişilik iddiası edirsən. Sən hara? O 9 milyon, 10 milyon Azərbaycan hara? Bu 50 milyon Azərbaycan hara? Hətta Loristan hara, sən hara? Loristanın toprağı var. Loristanın dağı var, suyu var, qarı var. Sənin nəyin var? Sənin 1 metri əkmağa suyun yoxdur. 1 metri. İndi Loristandan su apara bilərsən, Əl-Əhvazın suyunu apara bilərsən. Sabahları bu toprağı biz yıxaq, Əl-Əhvaz və Loristan sənə bir damcı su verəsin ki, bir dama oradan sən bir püstə götürə biləsən. Sən de bugün belə gəlmirsən, Kəviri eləmirsən Püstistan. Sabah bir gün sən oradan bir dana püstə götürsən, mənim bu səqqəllərimdə bir dana tük qalmaz. Hamısını yollaram verəm bir yerə. Hüququ beynəlmiləl tanımırsan. Millətləri tanımırsan. Haqları tanımırsan. Qanuni əsası təbiizadud da onu icra eləmirsən. Və bizim adamlarımızı tutursan, salırsan zindana və deyirsən mücazat olmayacaqsan. İkinci şey keçirdim deyəm, bəlkə də 3-4 bilmirəm, hancısı şumarəsi yadımdan çıxıb. Dostlar, bu neçə gündə mən 1-2 dəfə girdim Clubhouse-a. Görüm Clubhouse-da nə bəhslər gedir. Görüm də burada nə keçir. Clubhouse-da gördüm, bizim dostlarımız giriblər fars otaqlarına, aşağı tonundan danışırlar. Məzlum tonundan, zəif tonundan, məğlub tonu ilə, şikəst yemişlərin tonu ilə danışırlar. Və farslar qudrət ilə. Birini gördüm, qışqırır düzən. Xəfəş o, mən daram hərfinsən. Bu nə demək? Mövzuya qudrətdən niyə danışır o? Bizim mövzuya qudrətə getmək vaxtımızdır. Bizim bu günləri təhəkküm ilə danışmaq vaxtımızdır. Biz müzəffər bir millətin bir payı parçasıyıq. Azərbaycan bizik, biz Azərbaycanıq, o tay-bu-tay yoxdur. Əliyev bizim prezidentimizdir, o tay-bu-tay yoxdur. Biz Azərbaycanlıq və Türkçük. Və Azərbaycanın bir prezidenti var. İndilikdə. Bir şüar var idi. Təbriz, Bakı. Yox. Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Azərbaycan bir olsun, mərkəzdə Bakı olsun. Mən bunu demişəm dəfələrdə, Təbrizdə ləyaqət yoxdur. Təbriz tarixdə təslim şəhəridir. Təbrizdən Seyid Cəvadi Təbatəbai çıxar, Təbrizdən Kəsrəvi çıxar, Təbrizdən Fazərilər çıxarlar, Təbrizdən Azərilər çıxarlar. Siz Azəri görsədin, Ərdəbildə olsun. Siz Azəri görsədin, Urmiyədə olsun, Xoyda olsun, Zəncanda olsun, Qəzvində olsun, Həmədanda olsun. Azəri olar da olmaz. Azəri Təbrizdən çıxar. Bizim iki Azərbaycan yoxdur. Bir Azərbaycan var. Bölünübdür. Şimal, Cünub, yəni Quzey, Güney və bunlar tezi birləşəcəklər və indi bizim bir dövlətimiz var. Lazımdır biz dövlət quraq. Bizim bir dövlətimiz var. Və bu günləri biz rəy vermədiyimiz halda bir rəis cumhurumuz var. Bu bizim rəis cumhurumuzdur. İrandakı o molla bizim rəis cumhurumuz deyil. Xameneyi bizim rəhbərimiz deyil. Xümeyni bizim rəhbərimiz deyildi. 50 ildir, 40 ildir
1358-dən Mərcbər vilayət fəqihin anlamı budur. Mərcbər Azərbaycan, Mərcbər Türk. 50 ildir bunu deyirlər. Ziddi vilayət fəqih İranda fəqət biz türklər. 50 ildir Mərcbər ziddi vilayət fəqih deyirlər, yəni Mərcbər Azərbaycan, Mərcbər Türk. Onlar bizi düşmən bəlliyiblər. Biz ahmaqlığa özümüzü vurursaq düşmənimizdən dostluq elərik. Bizim Azərbaycanımız, o tayki Azərbaycanımız ki, dövləti, rəsmi dövləti var. Və biz ki, bu günləri işğalda olduğumuz üçün rəy verənmirik prezidentimizi seçək. Onlar bizim tərəfimizdən dövlətləri qurublar. Və bizim də dövlətimiz hesab olur. İlham Əliyev bizim də prezidentimiz olur. Onlar bir zəfər qazanıblar. O zəfər bizim zəfərimizdir. O zəfər Türkün zəfəridir. O zəfər Türk dünyasının zəfəridir. Biz nə etməliyik? Biz o zəfərə dayanaraq Clubhouse-da ya hər yerdə güclü danışmalıyıq. Üst mərtəbədən, üst tonundan, əmri, dəsturi, güclü danışmalıyıq. O ordunun biz göstəricisi olmalıyıq. O zəfərin, o piruzluğun göstəricisi olmalıyıq. Necə ki gedirlər, orada çox belə zəif, məntiqi danışmağa çalışırlar. Məntiqi danışın. Qanuni, amma güclü. Ton səs yuxarı. Adamlara əmir. Görsün sən güc səndədir. Güc səndəliğin göstərəcəksə, ordun göstərməyəcəkdir. Yazarların fəqət göstərməyəcək. Danışanda da cür danışacaqsan. Guruldayacaqsan. Elə bir ki, müsəlsəlin belində, əlindədir, hazırsan. Farslara həmişə müsəlsəlli gəlirlər. Biz də gəlməliyik. Dostlardan biri yazıbdı ki, bundan bizə daha çox baskı basacaqlar. Bundan bu yüzden deyəcəklər, İranlısan, Azərbaycanlısan. Bu seçkidə qalacağıq. Biz daima bu seçkidə qalmışıq. Daimən bizim tamam adamlarımız ki, zindana düşüblər. Geçən 100 ildə hamısı bu seçki üstündə düşüblər. Hamısı bu seçki üstündə edam olublar. Şeyx Məhəmməd Xiyabanidən ki, Azadistanı qurubdu. Pişəvəriyəcən ki, Azərbaycan Firqə hökuməti, milli hökumət qurubdu. Çehriqanidən ki, bir hərəkət başlanıbdı intixabatdan. Bu günəcən hər kəs bu tarixdə tutulub, həbsə düşüb, şikəncə olub, boynu kəsilib, edam olunub, qurban kəsilibdi. Hətta kitablarımız, ruznamələrimiz, dilimiz də bir seçki arasındaydı. Türk və Fars. Və biz heç vaxt Farsın tərəfində olmamışıq. Bəlkə səlah görərək bəzilər deyiblər, mən sakit olum. Amma tarixə baxırsınız, sakit deyil. Tarixə baxırsınız. Tarixdə 1 il, 2 il, 3 il, 5 il hesab olmaz. Saniyə də hesab olmaz. Siz geçən 1400 ili Türkün hökumətini yaxasın. Səlcuqlardan biraz qabaqda, Qəznəvilərdən deyək. 1000 il. 1000 ili 24 saat fərz edir. Hər saatına neçə il düşər? Xududən 50 il. 45 il. Hər 45 il 1 saat hesab olar bizə. 45 il ki, İranda geçib, ya Rıza Şahdan bu günə getir 100 ildən də 100 il. 100 ildən 100 ildir da, bəli, 100 ili geçdi. 100 il elər 2 saat. Bizim tariximizdə 2 saat elər. 2 saat bizim millətimizə hissat eləməz. Nə dilimiz dəyişər, nə tariximiz, nə ədəbiyyatımız, nə də bir şey. Və yenidən ayaq üstə qalxarıq. Biz o millətin balaları yox, bizim balalarımızı tayda, mənim yarı yaşımcan olan sərbazlar hamısı da 20, 23, 25 yaşları var. 44 gündə Azərbaycanın torpaqlarını işğaldan aldılar. Düşməni dağıtdılar. İran 8 il savaşdı Ərəqlarla. 2 bərabər, 3 bərabər Ərəqcan təchizatı var idi. 2-3 bərabər adamı var idi. Pulu var idi, sərvəti var idi.
1 metr Irak'tan alanmadı. 1 metr. 1 metr 8 ildən sonra. Yüzlər min adam öldü. 1 milyondan çox olan 1000 milyard dolar xəsarət gördü. Azərbaycan 44 gündə toprağını aldı. Düşmənin tarmar elədi. Yəni düşmənin ordusu yoxdur. Düşmənin təchizatı yoxdur. Düşmənin tankı yoxdur, topu yoxdur, heç yoxdur. Dağıtdı. Dağıtdı, aradan apardı. Düşmən istəyə gələ özün çörəyin fəqət təmin edir, gərək gələ Türk dünyası ilə barışa. Türk dünyasının da şərti var. Zəngəzuru gərək verə. Zəngəzuru verəndən sonra barışacaq və deyəcək, məni əfv eləyin, qəbul eləyin, mən buradan mənə ticarət yolu verin. Mənə nəfəs yolu verin, çəkim, nəfəs çəkim. Yoxsa ermənilər 2 ilin içində acından ölərlər. İran da bu cürdür. İran da bu cürdür. İranın nəfəs yolu kəsiləcək. Türkiyə və Azərbaycan yollarını bağlayandan sonra görək ki, bu o iki hürürdü necə yalvarmaya düşəcək. Eyni halda biz içəridə biz də ayrıldıq. İran indi rəsmən, baxın rəsmən hər kəs İranda panfarslar, İran şəhrilər hər nə deyirsiniz deyin. Hamısı bu günləri bildi ki, Azərbaycan dahi İranından deyil. Özləri də bildilər ki, İranı təciz ediblər. Üçüncü məsələ keçirəm, bir ayrı məsələ keçirəm deyim dostlar. Hər kəs istəyir danışa deyir İsrailin şeyi. Ağa, bunu bir millətdən soruşun. Lütfən bunu xahiş edirəm, hər kəsdən ki danışın. Deyin, ağa, sən İsraillə niyə düşməsin? Sənin beynivə soxublar ki, İsrail səni düşməsin. Əslən, səninlə İsrailin nə müşkülü var? İranla İsrailin olan müşkülü mənə deyin. Deyin, ağa, mərzi birdir. İqtisadı birdir, ticarəti birdir, nəyi birdir. İsrail İranı təhdid edir. İsrail İranı iqtisadını çıxıb qabağına alır. İsrail ittifaqın keçən illərdə deyib, ağa, sularınızı düz eləyə bilmirsiniz, mən gəlim düzəldim. Bimaristanlarınızı istəyirsiniz, gəlim düzəldim. Covid-i istəyirsiniz, sizə deyim neyini. Fulanı neyini. Siz bu İsraillə sizə kim deyib ki, sizin düşmənizdir? Ağa, İsraillə ərəblərin bir müşkülü var, tamam. Sizə nə? Axı sizinlə o ərəblə, İsraillə 3 dənə məmləkət var. Sən buradan ora nəyə hop bulursan, gedirsən, İsrail sənin düşmənindir. İkinci, əslən hakimiyyətin düşməni. Tamam, yaxşı, hakimiyyət özünə bir ideoloji seçibdir, bir xarici düşmən olmasa geçinməyəcək. Amma bu adamlar ki, Telegramda, Instagramda, Facebookda, orada, burada İsraili muzdurusan filan bəhman, bunlar yazırlar. Nə bilim, Əliyev muzduru İsrail filan. Amma İsrail əslən belə ya pis, sənə nə? Sənə neyiniyibdir? Sən niyə İsraili düşmən bilirsən? İsrail, məsələn, sənə hangi bir zərərli bir iş veribdir? Yəni, mən bunu qalmışam, baxın, bunu hamıdan soruşuram. Elə hər kəs ki, buradadır, ya gələcəksə, qulaq atacaq. Bunu mən bu günlərdə 6 dənə sual, 8 dənə sual yazdım, qoydum Instagrama. Vaqən cavab verin, görək, bu 8 dənə suala cavab verin. Bu bunu göstərir ki, İranda hamı brainwash olubdur. Heç bilmir niyə İsraillə düşməndir. Belə hamı düşməndir. Baxın, danışqahın fövqü doşduraları da belə düşməndir. Bir dənə kətli də ki, savad yoxdur da düşməndir. Niyə? Bəllidir ki, bunlar radyo, televizyonun qurbanisidir. Bunlar brainwash olublar, bunların beyni yıxanıbdır. Bunlar hakimiyyət bir şey deyib, bunlar da qəbul edib. O qədər təkrar eləyibdir ki, hamının zəhni gəldi, ağa, İsrail düşmənim, bizim düşmənimiz. İsrail heç bir Türkün və heç bir Azərbaycanın düşməni deyil. İsrail bizə köməklik elədi, Ermənistandan torpaqlarımızı almaqda bizə silah satdı. İsrail İrana silah verib İran-Əraq savaşında. Ağa, bizə deyirlər ki, İran-Əraqla biz tamam dünya ilə danışırdıq. Rusiyadan əsləhələri siz almadınız bəyə. Təyyarlarınız bəyə Rus təhliyəsi deyil. Klashenkov bəyə Rus silahı deyil. Hətta Klashenkovun sizə düzəltməsini verdi Rusiya. Sizin bomba atomunuzu bəyə hala bu mərkəzici neçə milyar, 35 milyar neçə buradan alıb bir dənə mərkəz yoxsa bəyə Rus sizə işləmir. Siz Amerikadan da silah alırdınız. McFarlane ki, bunun yap açığı idi, açığı idi. Gəldi yazığı özünü də öldürdü. Sizə silah gətirmişdi, vermişdi. Yəni o daldadan verdikləri heç əmələn gəlmişdi, vermişdi. Siz hangi zaman Amerikadan rabitəsi kəsmişsiniz? Saddam Hüseyin yazıq sizdən dünya ilə alveri yox idi.
Vaqəən bunu soruşaq. Ağa, İsrail, mənim İsrailim, mən bax şəhər, mənim İsraillə nə müşkülüm var? Siz də özünüzdən soruşun, bax, cənabı soruşun. Ağa, mənlə İsrailin nə müşkülü var? İsrail hangi mənim mənafi millimə zərər toxunubdur? Bunu soruşaq da. Mənim hangi mənafi millimə zərəri toxunub İsrail? İranın hangi mənafi millisinə zərəri toxunubdur? İran İsraili təhdid eləyibdi. İran onun düşmənidir. O ki İranı təhdid eləməyibdi. Əslən siz bir dəfə eşitmişsiniz Israil'ə biz İranı bomb-atom vuracağıq. Əslən bir dəfə eşitmişsiniz deyə ki mən İranı rəsmiyyətə tanımıram. Mən İranı aradan aparacağam. İranın millətini aradan aparacağam. İdeolojisi düz deyil, dini düz deyil. Heç bu da yoxdur, eşitməmişsiniz. Heç görürsünüz bir dəfə deyə Şiə, Sünni, nə bilim Yahudi filan savaşçı alıbdı. Siz hamız brainwash olmuş insanlarsınız. Və cəlib bir də bilmirsiniz ki, brainwash olmuşsunuz. Və biri ki çalışır sizə brainwash olasınız, ona tohin edirsiniz. Ağa, farslar niyə bu qədər tohinci millətdirlər? Bir ikisi gəlib də, həm burada da yazır, elə canlı da olanda, şeydə də, daimən hürür mənim üstümə. Mən də dostluğu kəsmirəm. Hey deyirəm, oğul, özcü qapısında hürmə, gəl öz qapımızda hür. Dağal bilək ki, bizim öz itimiz istənək. Sən ki deyirsən, mən Türkəm. Gəl öz qapımızda hür da, özümüzün itimiz ol. Niyə getmirsən Farsın iti olursa? Sən ki it bir ailədə işəlmirsən, səni it yekəlliblər. Səni bir dövlətdə işəlmirsən, səni it eləyiblər. Gəl özümüzün itimiz ol. Özümüzün yalımızı ye. Özümüzün siçanımızı tut. Özümüzün mundarlarımızı ye. Brainwash olublar. Əsən bilmir ba niyə? Bilmir ki niyə? Mən deyirəm mərcbər filan, mərcbər. Sən casus İsrailsən. Oğlum sən yəni bu ruznamələrdə də İranda yazırlar ha. Cəlibdir. Adam məsələn deyək o Qulçani. Adamın savadı azdır, adamın ittilatı azdır, adamın siyasilərlə alveri azdır. Adam düşünmür, oğlum mən necə deyirəm ki filan kəs casusdur. İsrailin casusdur. Heç özündən utanmır ki mən bunu deyirəm. Sabahları deyirlər hangi dəlilin var bu casusdur. Axı casus əsən bir iş görər ki, sən biləsən casusdur. Casus bir iş görər ki, sən deyərsən bu Hizbullahidir, gələr gedər atomi mərkəzin neçə kamyon mədrəkini aparar və sən deyərsən bu Hizbullahidir. Və deyərsən ki, İranın cannisarıdır və sən deyərsən İran şəhrinin rəhbəridir. Və bunu oğurlayanlar mən oğurlamamışım. Bir dana Azərbaycanlı, bir dana Türk, bir dana o iki İranı istir təciziyə eləsin. Ərəbləri, Türk, Kürdəmən, hər ikisini deyirsiniz deyin, Türklər, Azərbaycanlılar, Türkəmənlər, Lorlar, Bəxtiyarilər. Bunlardan biri ki, hamısı da İranın təciziyəsini istir. Heç birisi İranın atomi əsnadlarını aparmadılar. Aha, bunu aparanlar İran şəhrilərdir, pan-İranistlər. Pan-İranistlərdi. Bunu verdilər İsrailə. Biz vermədik. Çünki bizim hamımız bəllidir. Amma o, Qulçani, o, bu, oturublar orada deyirlər ki, filan kəs casusdur. Oğlum casus. Ya sən casus bilmirsən nədir, ya da bu millətə ahmaq hesablamısan ki, ahmaqdılar. Bu millətin bir çoxu ahmaqdır. Çünki beynin veribdir sənin əli var, sən bunun əlini istədiğin kimi qurursan, saatı kök elirsən. İndi mən bu günləri deyəcəm ki, Azərbaycan muzdur İsrail. Azərbaycanın bir milli mənafiyi var. Onun əsasında İsraillə, Amerika ilə, Rusiya ilə, Ermənistanla görürsünüz, bax, alan toprağı alan gündən sonra ki, bir qərardada yetişiblər. Deyibdir ki, biz Ermənistandan istiyoruz ki, gəlsin. İqtisadi şeyində də biz ona köməkliyiz. Düş, baxın, siyasi adam beləsi olar. Demir ki, mən gələcəm sənin torpaqları alam. Mən səni aradan aparacağım, erməni bizim daimi düşmənimizdir, biz qətlam eləyəcək erməni. Demir. Amma sən nə deyirsən? İsrail gərək bombaların olsun, 2000 saat qoyubdur, filan saatacın tarix. Biz İsraili aradan aparacaq. Oğlum, sən indi toyuq alanmırsan, millət ət yemir. Amar qoyduq, öz ruznaməz yazıbdır, etimad-i millətdir, nə mənədir? O etimad-i nə mənə, o ruznamə yazıbdır ki, 60% milləti İran ət yeməyiblər, müsavidə 50 milyon nəfərini.
ət alanmırlar. Oğlum, sən gecindən əvvəl bu millətə bir ət al. Qoy bu millət bir millət ki, o ət yəmir, o eləyə bilər savaşsın. Bir millət ki, bir-birinin mobilini oğurur ki, aparsın, satsın, bir tümən pul qazansın. Bir millət ki, onun rəhbərlərinin hamısı oğrudur. Ağa, niyə bir dana Azərbaycanlı ki, bir dana ərəb, bir dana bəluç, bir dana türkəmən, bir dana qəşqayı, bir dana lor, bir dana bəxtiyari, bir dana cilək, bir dana mazəndərani yoxdur ki, deyərlər biz istiqlal istiruq, ya federal istiruq, ya qanun istiruq və bunlar ixtilas edirlər. Bunlar casusluq edirlər. Çünki bunları dövlətin harasında işləyirlər. Ağa, casus o yerdə olar ki, rəhbərin yanında olar. Sirri ittilatı əli tutar. Bizim ən çox yolumuz düşdüyü yer zindandır. Zindanda hangi mədarikimiz var ki, bizim əlimiz çata onu verək İsrailə? Bizim müttəhəm olanlarımızın yox, uzaq yerdə getdikləri yer şeydir da, zindandır. Biz hangi silah mərkəzinə, hangi stratejik mərkəzə, hangi atomi mərkəzə əlimiz çatıb ki, bizə deyəsiz casus? Siz onlar ki, deyirsiniz pan-İranist və pan-İran şəhrilər, bunları baxın, İnqilabçılarınıza baxın, sizin pan-İranist və İran şəhərləriniz hamısı casusdur. Təbayinin uşaqlarına baxın. Uşaqları Amerikada İran zidlimizin adamlarıdır. Siz indi Güney Azərbaycanların istiqlal istəyənlərdən bir dənə orada görün. Əlbəttə, bu bizim zəfimizdir. Bu bizim zəfimizdir ki, düşməninin mərkəzlərində işləmir. Amma dinosaur nəslindən o. Dinosaur nəsli qətliam olmalıdır, gedəcəkdir. Çünki bunlar ən son nəslidir. Çünki biz İranın ideolojisi ilə ki, bir dəfə bizə öyrədib ki, emperyalizmi filan bəhman, biz Amerikanın sisteminə yaxınlaşmırıq. Farslar tamam dünyada giriblər, BBC-dən, İngilistandan, Fransa'dan, Almandan, Hollandidən, Amerikadan radyo, televizyon, ora, bura, hüquqi bəşər mərkəzlərini alıblar. Ayda hərəsi neçə milyon dolar büdcələri var illik. Ağa, İran International'ın deyirlər ki, 300 nəfər işləyəni var. 300 nəfər işləyəni var. Bizim Günas TV'mizdə 30 nəfər işləyənimiz olsa bölüşümüzü atarıq göyə. Və hamısı da aylıqların buradan çıxadamırlar. 2 ildir mən Günas TV'dən 1 sent almıram. 1 sent. Yəni 1 sentidən tutun geçsin, hər neçə milyon deyirsiniz, o fərz edin. Almıram. Pul yoxdur alıq. Biz volonter, gönüllü işləyən bir millətik. Biz hər sahə yazarlarımız gönüllü işləyirlər, kitab yazırlar ki, öz ciblərindən qoyurlar, kitab yazırlar, çap edirlər. Gazetecilərimiz ha belə. Biz İranda yaşayan gazetecilərin heç birisini Azərbaycançı bilmir. Heç birisi türkçü deyil. Hamısı İrancıdır. Hamısı agahicidir. Tanımırıq. Necə ki Azərbaycanda sən Rus gazete yazırsan, Azərbaycan ordu çəkə, sən orada bir cümlə yazanmayasan. Sən necə millətin səsi olmaq istəyirsən? Deyirsən, mən millətin mətbuat sütun pəncom demokrasi. Hangi sütun 5-ci sütunudur? Hangi demokrasinin 4-cü sütunudur ki, sən onu, ya 5-cisidir ki, sən onu icra edirsən? Hamı orada istəyirsən ağzı tutsun, bu İsrailin şeyidir, o dövlət də İsrailindir, budur. Sən özün nə qarəsən? Bunu soruşun Qutani'dən. Ay Qutani, sən gündə ən azı 100 milyon tümən verirsən, bu ruznamə çap olur. İllik xərcin qoysuz, gündə 100 milyon tümən bu ruznamənin xərci olur. Sən bu pulu hardan gətirirsən? Ya Xameneyi sistemindən alırsan, İran casususan, ya Amerikadan, Avropadan alırsan, gene casussun. Əgər casusluq buna qalsa. Yəni dostlar, biz biraz bunları soruşmalıyıq. Adamlara deməliyik, biri ki deyirsən, casus İsrailsən, bundan sonra, bunu sənə kim deyibdir? Sənin hangi ittilatın üstünə bunu bilirsən? Dəlilin nədir? Hangi dəlillə?
Axı Təbrizdə bir nəfər oturub məsələn ruznamə çıxardı, bir dənə məqalə yazıb, istəyirdim ona bir cavab verəm. Mən əvvəl iştibah fərz eləmişdim. Bir dənə bizim Qəşqayı dostumuz var, məqalə yazar. Mən onu oxuyanda dedim və o yazıbdı. Əvvəl dedim ki, bunu mən götürüm yayım və sonra da buna cavab gedim bir videoda oturum danışım ya cavab yazım buna. Bəzən də mən bilirsiniz, yazmağa indi vaxt tapmıram, danışmaq mənə daha rahat olur. Şəfahi insanlarıq da, yəni ağlımız biraz aşağıdır. Və əlbəttə cibimizin borcuna görə, yəni cibimiz ki boşdur. Mən işləməsəm çörək çıxadamıram. İşləməsəm çörək çıxadamıram. Məcburum işləyəm. Mən iş üstədə olanda, indi mənə zəh vursalar ki, gəl iş üstə, mən elə indi duram gəlir, 10 dəqiqəyə gedəm iş üstə. Çünki iş üstə getməsəm, sabahları mən evimin kirayəsini verəmərəm. Mən yemağımı alanmaram, maşınımın qazını alanmaram, nə bilim, biməmi alanmaram. Və bunların hamısına biz pul veririk. Düzdür, biz Amerikada, Kanadada işləyirik, pul qazanırıq. Şükür olsun, yəni narazı deyiləm. Amma dolar alırıq, doğru, amma bu doları da xərcləyirik. Mən ayda $1400 fəqət bir maşınıma şey verirəm, bimə. Ayda $1400. Yəni İran pulları 25 milyon, 30 milyon, 40 milyon, 30 milyon. 30 milyon mən ayda fəqət bir maşınıma bimə verirəm. Fəqət. Mən gələ işləyən bunları çıxadım. Mən gələ işləyən bunları çıxadım. Mən hər dəfə benzin vururam, $100 benzin vururam. Və normalda da iş üstündə gündə 2 dəfə ən azı benzin vururam. Yəni $200. Yəni 4 milyon, daha 4 milyon yarım mən gündə benzin pulum. Ben bunları işləməsəm çıxadamıram. Amma işləyirəm. Mam da deyil. Siyasi olmaqla heç müşkülü yoxdur. Heç müşkülü yoxdur. Mən həm siyasiyəm və öz imkanlarımla siyasiyəm. Mən özgə nəmənəsi ilə damad olmamışam. Öz gücümlə damad olmuşam. Və iftixarımdır. İftixarımdır ki, mən bu günə qədər istiqlal... Amma mən dinosoram. Dinosor nəsr oldu. Mən görə indi Amerikanın radyo televizyonlarında olaydım. 50 nəfəri də özümlə çəkib aparaydım oraya. Və orada mən Azərbaycancılığı içəridən aparaydım. Eləyə biləydik, yerləşəydik bu sistemlərə. Mütəəssifanə sistemlərin hamısını ötürmüşük pamfarsların ərərinə. Özümüz oturmuşuq burada, güc vururuq. Bir söz. İndi Azərbaycan torpaqlarını aldı. İran da manordan qeyd, Türkiyə və Azərbaycan və Pakistan manorlarını davam verirlər. İran manor eləyə bilmədi. Qeyddi. Ata minmək 1, atdan düşmək 1000 rəzalət deyərlər ha. Ata mindilər, getdilər. Dedik, getmə oğlum. Getdi. İndi qeydməkləri 1000 rəzalət. İndi İran gəldi bir iş gördü. Bu yadımdan çıxmamış, bunu deyim. Gəldi bir dənə ləşkər yola salır. O ləşkəri ki, Əfqanistana, Pakistana yola salıblar. Fatimiyyun. Şiələri yığıblar ora. İstəyirlər ki, bunlar bomb qoyarlar. Yazıq xanımlar xüsusən. Ərlərindən qaçıblar. Ərlərindən narazı. Gəliblər. İran dövləti onlara ayda bir pul verir, geçsin. Sonra da deyir, gəlin yazılın bura. Bir gün sizin hər əzin qoltuğuza bir bomb verəcəyəm, deyəcəm, aparan filan yerdə partladır. İndi ki, İranın ordusu Azərbaycanın, Türkiyə və Pakistanın qabağında manor apara bilmədi, qeyddi. Bilafasilə biz ləşkəri Fatimiyyuna Azərbaycan yola saldılar. İranlar. Yəni nə demək? Yəni ki, əmələn elam elədilər Azərbaycan və Türkiyə. Biz indi ki manor eləyə bilmədik, sizin içərizdə özünüzdən bizim tərəfdarlarımızı quracı yox, sizi içəridən partlasınlar. Bunun mənası budur. Azərbaycan nə eləməlidir və Türkiyə? Biz illərdir, mən özüm şəxsən, illərdir, yəni mən 17 ildir İrandan çıxmışam, 17 ildir dilimizdə tüf biçib Türkiyə və Azərbaycanı yalvarmaqdan ki, ağa bizə biraz imkanat verin daha. Bizə biraz imkanat verin, biz eləyə bilək, vaxtimizi qoyaq. Məsələn, bir 100 dana biz yazar və nevisəndəni bir yerə toplayaq. Bunların hüququnu siz verin. Hüquq da istəmirik. Yeməklərin, içməklərin, evlərin kirayəsini verin. Bunlar otursunlar Azərbaycan haqqında və İran haqqında analizlərə, təhqiqlərə və biz İranı içəridən elmi vəziyyətdə boşaldıq, xəbər vəziyyətində boşaldıq. Düşməni, kamini aydın eləyək, düşmənliği. Farslar bizlə düşməndir. Bunu millətimizə inandırsaq, onlar görsələr, biz bunu görsələr, amma bizə bu imkanı vermirdilər.
İndi ki Fatimiyyonu düzəltdilər. Azərbaycan və Türkiyə və Pakistanın haqqıdır İranın içində türkləri, ərəbləri, bəluçları, türkəmənləri, qəşqailəri, lorları, ciləkləri, mazənləri hamısı müsəlləh edirlər. Ya onları İran əleyhinə imkanlar verirlər. İndi muşək cavabı muşək nədir eləyək? Sən istəyirsən Azərbaycanın içinə dixalət eləyəsən. Azərbaycan sənin içinə dixalət eləyəndə müşkül düşür. Olmaz ki. Ya dixalət eləməyəcəksən ya da mütəqabildir hər şey. Rəvabit-i beynəlmiləl ehtiram-ı mütəqabil. Uluslar arası, millətlər arası rabitələr iki tərəfli ehtiram əsasındadır. Və bu buna baxmaz ki, bir dövlətin 50 milyon nəfəri var, birinin 1 milyon. Buna baxmaz. Yəni buna baxmaz ki, İranın 85 milyon cəmiyyəti var, 1 milyon nirü müsəlləhi var. Azərbaycanın 10 milyon cəmiyyəti var, 100 min nəfər sərbi var. Buna baxmaz. Buna baxmaz ki, filan məmləkətin 200 min nəfər cəmiyyəti var. Yox, deyər, bu da məmləkətdir, bu da məmləkətdir. İkisi də cəmiyyətinə baxmaz, silahına baxmaz, iqtisadına baxmaz. Amerika ilə Azərbaycanın, Amerika ilə Ermənistanın ki, Azərbaycandan da kiçikdir. Amerika ilə Madagaskarın Sazman-ı Miləldə, dünya vəzirində haqları birdir. Deməzlər Amerika üçün 350 milyondur, İran üçün 85 milyondur, onun 5 bərabər İrancan haqqı var. Yoxudur. Belə bir şey yoxdur. Dünya qanunlarında muşək cavabı muşək. Ehtiram mütəqabildir. Sən əgər rəis cümhurun qabağında qıçığı qoysan qıçığın üstünə, o rəis cümhur da qıçını qoyacaq qıçının üstünə. Sən əgər uca səndəldə otursan, onu da uca səndəldə oturacaqsan. Əgər onu uca səndəldə oturtmadın, aşağı səndəldə oturtdun, sən ona tohin edirsən. Nədir bunun anlamı? Bunun anlamı budur ki, sən eləyə bilməzsən, o birisi məmləkətin içinə dixalət eləyəsən. Heç indiyəcən eşitmişsiniz ki, Quzey Azərbaycan, Azərbaycan Cumhuriyyəti gələ deyə ki, biz İranın hakimiyyətini rəsmiyyətə tanımırıq. Çünki 100 il bundan qabaq Azərbaycan İranın sahibidir. Azərbaycanlılar, Qacarlar buranın sahibidir. İran cəhəli bir hakimiyyətdir. Amma siz hər gün eşidirsiniz, onlar cəhəli deyirlər və biz bunun cəhəlini onlara deyəmirik. Ağa, İran bir hökuməti cəhəlidir. Dəstnişanda İngilistən və cəhəli. İranın kuklası və cəhəli. Çünki Qacarlardan sonra Qacarları bunlar hilə ilə yıxıblar. Qurtuldu getdi. Qacar dövründə İran adında bir məmləkət yoxdur. Məmalik-i Məhrusi Qacar. Qutardı getdi. Biz üz fazdan danışmağımız dediğim budur. Üz fazdan danışacağıq. Yüksək şəkildə danışacağıq. İran cəhəli bir. Ağa, bu gündən biz ədəbiyyat siyasimizdə İran ya keşveri məzul və cəhəli ist. İran 1309'dan bu üzədir. Ya 16'dan bu üzədir. O zamandan ki, Sazman-ı Millələ namə yazılar, məmləkətlərin naməsi, biz bundan bizə İran, bizə bir şey demeyin. Və İran demeyin. İran deyin. O gün necə İran yox idi. Pəs İran bir məzuldur, cəhəlidir. Azərbaycan 1000 il hakimiyyəti var. İranın 1000 il üstündə olubdur. Bugünkü İran deyirlər, bu Azərbaycanın bir iyalətidir. Və cəhəlidir. İran cəhəli bir sistemdir. Biz bunun üstünə getməliyik. Necə ki biz deyirik, o deyir, Azərbaycan hökuməti cəhəli. Cəlibdir. Mən bu şeylərdə deyirəm, bir-iki dəfə getdim, çox getmədim, gördüm. Məsələn, bunlara gəlmək, adam özünü aşağı çəkir, gedir bunların cələsələrinə, istəyir şirkət eləyir. Necə ki, hökuməti Baku, hökuməti Fulan Əliyev, hökuməti Aran, Sazman-ı Miləldə və dünyada bir dənə rəsmi adı var bu məmləkətin. Cumhuriyə Azərbaycan. Sən bu məmləkəti rəsmiyyətə tanımırsan, mən səni niyə rəsmiyyətə tanıyım? O halda ki, mən Türkiyəm, sən Farssan və sən məni özünə düşmən bilmirsən və məni məndən düşmənanə rəftar edirsən, niyə mən səni dost bilim? Niyə mən səni rəsmiyyətə tanıyım? İran bir dənə məzul və cəəli məmləkətdir. Biz bu mövzudan getməliyik, dostlar.
Tamam şüarlarınızda, səfərlərinizdə bunu yekə yazın, vurun. İran yekəşfədə deyil. Tarixi də bəllidir, hangi ildə qurulubdur. Zəlidir. Və Qacarların yerinə gəlibdir. Və İngilislərin əli ilə gəlibdir, qurtuldu getdi. İran yekəşfədə gəliyi dəst nişanda İngilistan. Qurtuldu, farsısı budur. Biz niyə mövzuya zəif ediyoruz? Biz niyə mövzuya zəif ediyoruz? Biz mövzuya zəifdən yazmalı və danışmalı deyilik. Biz mövzuya qudrətdən yazmalı və danışmalıyıq. Biz qudrətli bir millətik. Biz İran ərteşin mərzilərdən qeytərdik. Bir dana güllə atmadan, bir nəfər zindana getmədən, bir nəfər edam olmadan. Bir dana və İran əskərinin içində, ordusunun içində türklər özlərini görsətdilər. Hamısı bozqurt tutdular. Hamısı bozqurt tutdular. Bunlar hələ özlərini görsədənlərdir. İranın ərteşi bölündü. Biz bu qudrətli bir millətik. Niyə özümüzü zəif tutaq? 4 nəfər hürür. Mən bir şey yazıram, 50 nəfər, 100 nəfər görmüşəm ki, indi bəlkə çoxalıbdır. 100 nəfər görmüşəm, ona etiraz edir. Birinin əksi yoxdur. Hamısı bəllidir ki, bunlar o İranın 1 milyon nəfər istihdam eləyib, orada pul verir, bir əlin oturun internet dalgasında bizə əleyhini. Olardılar. Yəni o bir nəfərdir. O 100 nəfər ki, orada bir şey yazır, bir nəfərdir. Aidisini əvəz edir. Mənim də 3 dənə aydın vardı şeydə, Instagramda. Çevirməsi də çox rahatdır. Hamısında passwordun bir dənə elə, bundan ona çevir, ondan buna çevir, rahatca yaz ki, sən İsrailin adamsan falan. Yəni nə mənə? Sən əgər mənlə müxalifət edirsən, mən aydın, adım bəlli, şöhrətim bəlli, nənəm bəlli, dədəm bəlli, mən həlalzadiyəm. Və mən qorxmuram. Mən İran dövlətin, panfarsları və pan-İranistlərin düşməniyəm. Mən onların qarşısındayım. Mən bir məmləkətin qarşısındayım. Necə ki, Abbasistani bir məmləkətin qarşısındadır, Fərşi bir məmləkətin qarşısındadır və dövlətin zor çatdığı odur da. Neyini yapacaqsın? Ən çox soxacaqsın zindana. Nə aydın? Sənin zorun ona çatır. Mənim zorum buna çəkir. Sənin səlahiyyətini, sənin məşruiyyətini sual altına aparmışam. Sən məni zindana saldın, nə olacaq? Ola, mən sənə zərbəni vurmuşam. Azərbaycanlılar və türklər sənə ən böyük zərbəni, sənin məşruiyyəti siyasin, məşruiyyəti hüquqin, məşruiyyəti beynəllərin, məşruiyyəti əxlaqin, məşruiyyəti dinin, məşruiyyəti, hər məşruiyyətin aradan gedib. Sən məşruiyyəti yoxdur Azərbaycan camiəsində. Səni qəbul eləmir millət. Sən məni tutdun, zindana saldın, sənin əli məndən gələcək. Sən mənə əldən verdin. Sən Azərbaycanı əldən verdin, sən Türkiyə əldən verdin. Sən Türkiyəni əldən verdin, Azərbaycanı əldən verdin. Güney Azərbaycanlıları, Güneydən İranda yaşayan türkləri əldən verdin. Sən Ərağın qabağında bizə dayanaraq durmuşdun. Yoxsa əgər biz türklər olmasaydıq, biz şiə yox, olmasaydıq, Kürtlər, Ərəblər, Bəluçlar, Türkçəmənlər səni ditmişlər, getmişlər, Əraq səni yemişdir, getmişdir. Sən bizsiz neyniyəcəksən? Olan, biz səndən Azərbaycanı ayırdıq. Azərbaycanı sən özünə düşmən elədin. Sən türkləri özünə düşmən elədin. Sənin Azərbaycan orduda bunu göstərdi. Dostlar, pəs bunu kiçik görməyin. Bizim bu mərhələdən bu üzə savaşımızın ciddi olmaq mərhələsi gəlir. Mən gördüm, dostlardan biri yazıbdı ki, adın, aidesin, adın silib, adını yazıb ki, milli hükümət, Azərbaycan milli hükümət. Bu ona nə deyir? İrana deyir ki, mənim bir xanım olmağıma baxma. Mən təhcanıma siyasi olaraq, düşüncə olaraq, fəlsəfə olaraq, din olaraq, ideoloji olaraq sənin qarşındayam. Mən tək, sən də bir məmləkət olaraq. Sən də təksən, mən də təkəm olan. Mən amma təhcanıma bir nəfər olaraq səndən qarşıyam. Sən hər neçə milyon özünü bilirsən, mən sənin qarşındayam.
Mən özümü səndən bərabər hüquqi beynəlmiləldə bərabər bildim. Ona görə deyirəm mən hökuməti milli istəyirəm. Biz bundan bu üzə İranın adının yanında cəllini yazmalıyıq. İran-ı cəll. Və yazmalıyıq. Biz bu İranı rəsmiyyətə tanımırıq. İran, farsıza desəm, hiç meşruiyeti az در هیچ جنبه‌ای نزد ما نداره. İran heç bir sahədə bizim yanımızda məşruiyyəti yoxdur. Nə siyasi məşruiyyəti var, nə coğrafiyayı məşruiyyəti var, nə milli məşruiyyəti var, nə dil məşruiyyəti var, nə din məşruiyyəti var, nə şiəlik məşruiyyəti var, nə sünni heç məşruiyyəti yoxdur. Nə iqtisadi məşruiyyəti var, nə nizami məşruiyyəti. Bizim üçün heç cəhətdən məşruiyyəti yoxdur. Çünki biz səni rəsmiyyətə daha tanımırıq. Biz gəlib bunu yazaq, biz İran adında bir məmləkəti rəsmiyyətə tanımırıq. Necə ki sən yazırsan Azərbaycanı mən rəsmiyyətə tanımıram? Bunu Azəriha yazır və biz yazmırıq. Niyə? Azəriha və İrançılar, Qutanilər, filanlar, bəhmanlar olmuşlar. Bunlar gəlirlər ruznamələrində yazırlar ki biz Azərbaycanı rəsmiyyətə tanımırıq. Azərbaycan İranın bir parçası deyiləcək şeyə. Ha bax İran Azərbaycan. Bunu soruşaq. Ha bax Azərbaycan İranın bir parçası olur. Ha bax. İran adlanan bir yer əgər bu gün varsa bizim müstəmirəmizdir. Biz Türklərin müstəmirəsidir. Sən bizim kolonimizsən. Dostlar, mən fikir edirəm sözlərimi tikrara gəldim. Yəni, o sözləri ki, zehnimdə tutmuşdum, hamısını deyirəm və dedim. Əgər dostlardan sözsüz olsa, dəli Tehran yoxdur, dostlar, baxın, Tehran bizimdir. Tehran bizimdir. Tehran deyəndə gərək yazaq sistemi siyasiyə Tehran. Çünki Tehran bir coğrafiyadır. Düzdür, siyasidir. Amma ora bizim paytaxtımızdır. Farsların paytaxtı deyil. Oranı Ağa Məhəmməd Xan Qacar paytaxt edibdir. Ora farsların deyil, ora bizimdir. Bizim toprağımızdır. Bizim hakimiyyətimizi qurulan yerdir. Ağa Məhəmməd Xan Qacar Azərbaycan millətin və türkləri yenidən bir hakimiyyətə çevirən zaman oranı qurubdur. Oranı qurubdur. Ora bizim paytaxtımızdır. Ora bizim toprağımızdır. Və oranın cəmiyyətinin %70'i türkdür. Ustanı Tehran və Ustanı Əlborz, bu ikisini deyirəm. Onun yanında Ərak kullən türkdür. Ərakın bəlkə %5'i, %10'u lor ola bilər. Həmədan %60 türk heç olmasa. Heç olmasa. Qum %60, %70 türkdür. Ustanı Qum. Bunlar ki danışım, bunlar ustandırlar. Mən ustanlardan danışıram, şəhərdən danışmıram. Bunun üçün Tehran-ı Cəli niyə deyirik? Elə İran-ı Cəli üçün bizim müşkülümüz pan-İranismləndir və İran şəhərlərləndir. Pan-Farslarlandır. Zəban-ı Cəli. Biz bunlarla şey eləməliyik. Mən indi baxın görüm dostlardan əgər bir şey yazmış olsalar ki, mən onlara təvəccüh eləməliyəm. Aleyküm salam tamam dostlara yenidən. Sağ ol əziz dostum. Siz də yaşayasınız. Tək yaşayasınız. Baxın, mən vaqəən sizlərə iftixar edirəm. Yəni, Azərbaycan milləti. Hər kəs ki bu videoları götürürdü. Bizim bəzi dostlarımız bu videoların qədrini bilmirlər. Amma baxın, o videolar göstərdi ki, İran dövləti gördü ki, Azərbaycan milləti, Azərbaycan və Türkiyəni özündən bilir, İran özündən bilmir. Əgər o videoları götürməsəydiniz, o əksləri götürməsəydiniz, onun mənası buydu ki, İran ehsası əmniyyət ilə, bu millət mənləndir. Amma indi gördülər ki, siz onlarla deyilsiniz. Ərz eləyim. Yaşa, tarixdən danışır, çox da adam bilmər. Baxın, tarixi bizə tarix öyrətməyiblər. Biz nə mənə oxumuşuq, şulge məğzi oxumuşuq, ta bir cəli milləti ki, farsdır. Əslən, bu adda millət yoxdur. Baxın, bir Persiyən sözünü Avropalılar deyiblər. Əslən, İranda, İran tarixində Persiyən sözü yoxdur.
Persiyən sözü yoxdur. Fars sözü yoxdur. Pers sözü yoxdur. İranda yazılan tarix. Baxın, təhcə bir millət ki, diqqət buyurun, təhcə bir millət ki, özünü isbat eləmək üçün dəlili xaricilərin yazısı, öz yazıları yox İran. Yəni tamam dünyada hər millət deyəcək, ən mühüm sənət mənə özüm millətim yazdığımdır. Təhcə millət ki, dünyada özünü isbat eləmək üçün öz yazdıqları tarixi qəbul eləmir İran. Niyə? Çünki İranda Fars deyə bir millət yoxdur axı. Onun üçün məcburdular gedirlər xaricəlilərə bir şey yazıblar, oradan deyirlər ki, biz var idik burada. İranda tarix bizə deyilmir, bizə şostuşuy məğzi deyilibdir. Yəni bizi şostuşuy məğzi eləyib, biz bavər eləyək, inanaq ki, bir millət varmış Fars və bir topraq varmış adı İrandır. Belə bir topraq yox imiş, adı İran adında topraq yox imiş. Əslən, çünki İran adında bir məmləkət qurulmayıb tarixdəki. Baxın deyək ki, Kuruş var imiş. Kuruşun məqərri haradır? Beynən Nəhrindir, bura deyil. İran deyil. Harada ölübdür? Arazın otayında ölübdür. Tamam, qəbri şeydə nə qeyrir? Bu da bir yalan. İndi, ondan sonra, o zaman İranın adı yox idi. O zaman o imparatorun adı nə idi? İran idi. Yox, İran deyildi ki. Sonra deyək ki, məsələn, Əşkanilər gəliblər. Yunanlılar, Romlular filan. O məqtələ kimin altındadır? Bu topraklar kimin ayağının altındadır? Yunanlıların. Sonra deyək Sasanilər var. Sasani dövründə bu toprakların adı nədir? İran adında bir şey var, yoxdur. İran adında bir şey yoxdur. Deyirlər, ağa Zərtüşt yazılıbdır. Ağa Zərtüştün kitabı öz məqtəyində yazılıb ya sonra yazılıb? Ha zaman yazılıb? Kim yazıb? Hangi məqtədə yazılıb? Hangi əlifbə ilə yazılıb? Nəyin üstündə yazılıb? Mən o gün soruşdum, keçənci videoların birində soruşdum. Ağa, deyək ki, Şahnamə məgər demirlər ki, Firdovsi acından öldü, çünki pulu yox idi ya da. Acından ölən adam, bu Firdovsi o Şahnamə, Qastannamə, Təbrizdə buna Qastannamə deyərdilər. Qastannaməyə Firdovsini nəyin üstündə yazıb, hardan alıb, nəcür alıb, hangi pulla bunları alıb üstündə yazıbdır? Biz axı bunları özümüzdən soruşmalıyıq da. Ondan sonra hangi dövrdə? İslam dövründə bura İran deyilmirdi. Ondan sonra Türklərin dövründə heç birisində İran deyilməyibdi. Gəldi 1316-da neçədə Rıza Şah dövründə yazıblar ki, bura İran deyil. Tamam. İran yox idi. İndi biz niyə inandırırlar ki, bir İran var idi? Çünki biz brainwash oluruq. Bizi brainwash ediblər. Bizə deməyiblər, dəlil soruşun. Bizə deyiblər, fəqət inanın. Din kimi. Ayağı tuvaletdən çıxanda sağ qoymasan, girərsən cəhənnəmə, girəndə də sol qoymasan, biz bunu inanmışıq da, dəlil gətirməmişik. Niyə məsələn? Ayağla ayağın nə fərqi var? Allaha bunun fərqi var. Mən tuvaletə gedirəm, tuvaletdən çıxıram. Allaha nə rəbti var? Əgər Allah varsa, niyə belə bir qanun qoyub ki, mən tuvaletə nə cür gedim? Yəni Allahı mən ayağımın altına qoruyorum, tuvaletə sağ ayağımla getsəm. Allah gəlir aşağıya, mənim ayağımın altında qalır. Bunlar nə ahmaqanə məntiqdir. Bunlar məntiq deyil. Bunlar fəqət hər vaxtınız xeyir olsun dostum, çox sağ olun vətəndaşlarım, dildaşlarım. Mütəəssifənə mən də onu eşitdim ki, deyirlər 3 nəfər ölüb, 14 nəfər yaralanıbdır. Amma vaqəən Bərərənin, mən bu günlər yenə də videosunu qoydum, vaqəən Bərərənin məsələsidir. Yəni adamlar özləri ilə xiyallarında gediblər, manor eləyərlər, belə adam deyirlər yaralan. Mən mötəqidəm ki, bundan çox olacaqdır. Hətta baxın, bu coşla bir nəfər yazsa vaqəən bu olacaqdır. Çünki mən dedim, mənim təcrübəm göstərir ki, hər manorda İranda adamlar ölər. Və ondan sonra şəhid gələcəksiniz, görərsiniz. İranda bir baxın, indi adını qoyacaqlar Əraqdan, Suriyyədən 2-3 günəcən şəhid gələcək. Panfarslar keçmiş tarix boyu məğlub olmuşlar. Əslən tarixdə Farsların, Fars milləti adında bir millət yoxdur, bu birinci. Heç kitab tarixdə Fars adında bir millət yoxdur. Özləri də, ağa Günas TV-yə biz bunu gətirmişik, heç birisi qəbul eləmir Fars adında bir millət var. Biz niyə İsrail Fars adında millət var? Bunların başında mən. Vaxan mən özümdən soruşmalıyım. Niyə mən bunlar İsrail Fars adında bir millət var? Çünki istəyirəm onları ispat eləməklə onların qarşısında özümü ispat eləyəm.
Əslən ehtiyac yoxdur mən onlara deyəm ki, mən türkəm də, qutuldu getdi. Sən olsan, sən o fars olsa da olmasa da mən türkəm. Mən burada var idim, sən bu toprakda yox idin. Çünki sənin adın yoxdur axı. Sənin toprağın yoxdur. Mən bunu gətirdim Televiziya Jurnalist TV-yə, dedim ağa sabahları inkar elədi fars adında bir millət yoxdur. Dedim sabahları hər kəs bu toprakları işğal eləsə onundur bəs. Yəni sabahları tək qidəydi tuqqa. Orada bir hərəkət oldu. Hər kəs haracan alsa onundur. Fars adında üçün bir millət yoxdur və bir tarix yoxdur. Və bu günəcən tarixdə bir dana savaşa girməyiblər ki, orada məsələn deyirlər biz müzəffər olmuşuq. Bir dana savaş yoxdur. Tirə nə mənə deyirlər. Filan kəsin tiridir gedib Çində düşübdü. Bunlar hamısı gülməlidir. Dünya onda gərək yaxşı dünya İngilis dünya. Əsən ingilislər gərək çünki Amerika, Kanada, Avstraliya və ora bura hamı ingilisi danışır dünyada və ingilisi beynəlmiləldir. Əsən dünya İngilis. Belə bir şey, belə bir əhməqanə bir fikir görmüsünüz. Farsdan sonra bir yerdən çıxmaz. Çünki ağlı yoxdur bu adamın. Nə siyasi ağlı var, nə ədəbi ağlı var, nə düşün, nə beynəlmiləl. Eysə hüquqi ağlı, eysə ağlı yoxdur əslən bu adam. Əslən bu adam örgəşmir. Bu millət tarixdən bir şey örgəşmir. Millət-i Cəliyə Fars. Qurtuldu getdi. Mən bundan bu yüzden bunu istifadə edirəm. Millət-i Cəliyə Fars. Mütəəssifənə mən cəli eləmişəm. Yəni bunun üstündə israr eləyən mən idi. Yəni bu termi mən yaratmışam. İnsaf Əli Hidayət olaraq məsuliyyətini alıram boynuma. Bu iştibahı mən yaratmışam. Və bu mənim iştibahım. Tarix boyu ispat olub ki, bəhdə əlləri yoxdur. Yox, heç bəhdə əlləri yoxdur. Çox da bir şey olsa qaçarlar. Mal yığmaq və fəqət fəhşavı münkerat. Dünyada hara getsələr orada əxlaq aradan gedər. Siz də yaşayın dostlar, çox var olun. Türkiyə indi özü nəf və qaz əl tap. Bəli, Türkiyə şükür olsun. Qaradənizdə, Ağdənizdə nəf və qaz çıxartmağa çalışır və çox böyük bir əsəbaniyəm, bəli, çox əsəbaniyəm. Özümüzdən biraz əsəbaniyəm. Buna görə ki, bizlər nöqtəyi zəfidən, qüdrətsizlik, qorxu nöqtəsindən danışırıq bəzən. Biz gərək yazarlarımız, danışanlarımızın hamısı nöqtəyi qüvvətdən danışırıq, uca və güclü. Hangi otağa gedirik, hangi yerə gedirik, bir Azərbaycanlı başı uca kimi duruq ayağa. Mənim pişnihadım bu olacaqdı. Özüm də bunu Azərbaycanda indi deyəcəyəm. Biz bayraq cəşni tutaq. Biz geçən illərəcən burada gedirdik konsertə, o yüzden Azərbaycan bayrağını aparmırdıq. Əslən mən geçən ildən pişnihad eləmişəm, icra eləməmişik. Çünki demişəm bunu mən özüm icra eləyəcəyəm. Biz bundan bu yüzden konsert bayrağı qoyacağıq. Hər kəs konsert, Azərbaycan və Türkiyə bayrağı gətirməsə qoymayacaq şeyə, konsertə. Necə ki? Niyə biz yer utanaq? Niyə? Niyə Azərbaycan bayrağın, Türkiyə bayrağını sinəmizdə daşımayaq? Niyə oraya yetişib işçi Təbrizdə bir nəfər, iki nəfər bayrağı götürüb onu biz yayırıq deyib. Aha biz gəl hamımız bu bayrağı daşıyaq. Əslən biz gəl Türkiyə bayrağını giyaq. Yəni hər yerimizdə daşıyaq. Bax bizim türklük əlamətimiz olmalıdır. Biz Azərbaycan bayrağını və Türkiyə bayrağını sinimizdə daşımalıyıq. Dünənləri dostların biri bir gözəl bir iş görübdü. Bilirəm bunu dostumuzun əleyhinə çox danışıblar, çox yazıblar. Dünən bir iş gördüm. Mənim bunun nə qədər də müşkil olsaydı mənim zehnimdə getdi. Qızı Azərbaycan bayrağını çəkib üzünə deyir, aşkım mənim. Və mən onu bilavasitə yaydım. Haqqıdır. Çox gözəl. Qız uşağı Azərbaycan bayrağına deyir, aşkım mənim. Biz gərək hamımız bu işi görək. Mən gələn dəfə inşallah siz məni görəcəksiniz. Mən bu arxamda Azərbaycan bayrağını almışam. Böyük bir bayraqdır. Fikrim 2 metrdən biraz o yüzdür. Mən bu arxamda, bu otağımda Azərbaycan bayrağı mənim evimin təhcə bayrağı olacaq. Biz bunu götürməkdən şərəf qazanmalıyıq. Hər adama qismət olmaz Azərbaycan və Türkiyə bayrağını götürsün. Şərəfli insanlar bunu götürə bilərlər. Və biz şərəfli bir millətik. Və biz Türkük, Azərbaycanlıyıq və biz hər iki bayraq bizim bayrağımızdır. Yox dostum, bizim qabağımızı alanmamışsınız. Biz o qədər sevinirik. Yəni biz indi günbəgün biz zəfərə gedirik, siz dalıya oturursunuz. Bir il yarımdır heç olmasa.
Əlbəttə neçə ildir biz sizin hərəkətlərinizin heç birinə qoşulmayıb Azərbaycan. Bu birincisi, tək qalmısınız. Biz sizdən qopmuşuq. Bu ikincisi, biz bilmişik ki siz müstəmirəçisiniz. Bu üçüncüsü, biz bilmişik ki sizin dininiz din deyil, yalancıdır. Bu dördüncüsü, biz Ermənistanı sındırmışıq, sizin müttəhidinizi. Bu beşincisi, biz sizi dünyaya getməkdən mühasirəyə salmışıq. Bu altıncısı, biz sizin dünyaya getmək yolunuzu bağlamışıq. Bu yeddincisi, səkizincisi, bu ki İranı biz bölmüşük. Siz də bilirsiniz ki İran bölünüb, biz də bilirik. Siz o zaman ki deyirsiniz Azəri qəbul edirsiniz ki İranlı deyil, bu Azəridir. O zaman ki deyirsiniz Türk qəbul edirsiniz ki bu Türkdür və İranlı deyil. Bunlar bizim zəfərlər qazandıqlarımızdır. Siz nə qazanmışsınız? Siz 100 ildən sonra bizi Fars dilinə aparamamışsınız. 100 ildən sonra bizim dilimizi aradan aparamamışsınız. Yox. Biz çox da keyf edirik. Yəni mən bu günləri sevincimi, farsismin sınmağın bayramını elan edirəm. Mən bu günləri dostlarımdan istəyirəm ki, Şuşanın azadlıq günündə bizim il və milli bayramımız elan olsun. Güney Azərbaycanda biz gərək bunun üstündə işləyək. Şuşanın ya o günkü zəfər günü elan olub da bizim bir gün zəfər günü elan olub. Mən tarixi yadımda deyil. O gün bizim Güney Azərbaycanda milli bayramımız hesab olmalıdır. Türkiyə indi dünyaya meydan oxuyur. Dünya qüdrət və söz sahibi. Bu bizim iftixarımızdır. Bu bizim iftixarımızdır ki, Türkiyə bu günləri 20 qüdrətin içindədir. 7 böyük ordu sahibi, 7-ci böyük ordu sahibidir. Dünyada istihsal edən, ürətən bir məmləkətdir, yəni tolid eləyən bir məmləkətdir. 200 milyarda yaxın fəqət bunun sadirat sənətisidir. Turizmi yox. Turizmi bilmirəm 50-60 milyarddır, nə qədərdir? Yəni 200 milyard da oldu. Mən demirəm ki azdır. Əlbəttə turizm də mühümdür. Bəli, hər kəs bizə də quyu, bunlar farslar bizə quyu çəkdilər, özləri quyuya düşdülər, xoşbəxtanə. Yox, əlhəmdülillah, bizim türkçü olaraq heç kəs bizim qabağımızı ala bilməz. Biz tarixdə qurucu olmuşuq, dövlətlər qurucusu olmuşuq və dövlətlər yıxıcısı olmuşuq. Ən son dövlət də ki, özümüz yıxacağıq, sonra inşallah uzun ömür elərik və görərik dövlətimizin gücünü. Amma ən son dövlət ki, yıxacağıq Fars dövlətidir. Bu bizim ən son dövlət ki, yıxacağıq Fars dövlətidir. Biz yıxıcı dövlət olmuşuq və qurucu dövlət olmuşuq. Dövlətləri yıxıb, dövlətlər qurmuşuq. Düşmən dövlətlərini yıxıb, öz dövlətimizi qurmuşuq. Biz bu səfər Farsı yıxıb, Türk dövlətini quracağıq. Türkiyə Ermənistana elan eləyibdir ki, bizim qeydçinin içimizə, sülhə o meydan oxuma bizə qeyd və inkişafı köməklik eləyək, gələk məmləkəti düzəldək. Bunu Türkiyə də deyibdir, Azərbaycan da dedim, Azərbaycan zəfər günündən sonra bunu daimən prezident daimən bunu deyibdir. İran kimi ki, heç kəs təhdid eləməyibdir ki, biz səni aradan aparırıq. Əlbəttə, bunu da deyibdir ki, Ermənistan adında bir yer yox idi. Ermənistan bizim torpaqlarımız idi. Və əgər çox iddia eləsəz, üstümüzə gəlsəz, bir gün görərsiniz ki, paytaxtınız da yoxdur. Xod Azərbaycan nəfti qazış Ermənistan rədmi şud. Baxın, bizim mənafi iqtisadımızı hardan istəsə oradan aparırıq. Bizim mənafi iqtisadımız, mənafi millimiz nə iqtisa eləsə onu yaparıq. Bizim düşmənimiz yoxdur. Bizim mənafi millimiz var və mənafi milli əsasında Türkiyə olsun, Azərbaycan və biz Güney Azərbaycan. Biz milli mənafimiz əsasında gedirik. Bizim daimi dostumuz da yoxdur, daimi düşmənimiz də yoxdur. Bizim mənafi milli varımızdır, mənafi müştərək varımızdır. Onların üstündə gedirik. Mən çox yaxçıyam və yenə rəy veririk. Siz Türk değilsiniz dostum, siz Türk değilsiniz, siz Fazeri ya Azeri siz rəy verəcəksiniz ya da ki satqınsınız rəy verənlər bir çoxu, mən demədim hamısı, bir çoxu
ya bilmirdilər, rəy verdilər. Ya qorxularından rəy verdilər, bura ayrıdılar. Bir iddə də düşmənin amili idi. Pul aldılar, gəldilər, milləti təşviq elədilər, rəy verin. Bizim müşkülümüz bu üçüncü iləndir. Onlar iş qorxurlar, onlar ki, hər nədənlər görüb rəy veriblər. Onlarla bizim işimiz yoxdur. Mən dedim də, Jonas TV-dən də dedim. Bizim bir də insanlar var, idarələrdə işləyirlər, gedirlər, gəlirlər, qorxurlar. Yəni istəmir. Biz də millətimizin hamısını istəmirik ki, siyasi olsun. Yəni biz istəmirik ki, hamı işin tərcihsin, geçsin. Əlbəttə baxın, hər nə qədər biz zindana çox geçsək, belə milli hərəkət güclənir. Belə insanlarımız öz gücünə inanır. Mən anama bir gün dedim ki, ana, mən İnsaf Əliyev Hidayət olaraq İranın qabağında durmuşam. Bir tərəfdə bir nəfər var, bir tərəfdə filan milyon adam var. Mən o bir neçə milyonun qabağında durmuşam. Yəni mən neçə milyon nəfərcə güclü, özümü güclü görürəm. Bizim hər insanımız gedir, savaşır və gedir zindana. Bu İranın qabağında durubdu. Yəni yeki mərcəndi 800,000-dan da yuxarıdır. Yəni bir dana Əliyev Fərşi, bir dana Abbas Lisani, bir dana filan, Əkbər Azad, Əkbər Mühaciri və bunlar minlər. Bunların hərəsi bir İran qədər güclüdürlər. Bu qədər şərəflidirlər. Yəni İran bir şərəfdir insafən. Tu ki Türkəsi çərə Farsi post müzəli. Ha, mən niyə? Çünki sənin kimi, farslar kimi bir vələdül filan millət icazə verməyib biz ana dilimizdə dərs oxuyaq. Buna görə ki, eləyə bilək. O insanlarımız ki, fars dilində dərs oxuyublar, türk dilində dərs oxuyublar, onlarla danışa bilək, məcbur farsı yazaq. Amma o gün gələcək ki, fars dilin bizim torpaqlarımızda qadağan olacaq. Türklər olan yerdə, türk dili olan yerdə fars dili qadağan olan gün gələcək. O günü görəcəksən, darıxma. O gün gələcək. Siz darıxırsınız, tez olsun, bilirəm. O tez olacaq. Yəni yavaş-yavaş görürsünüz, çox adam indi türkçü yazır, farsı yazmır. Mən özüm də %90 indi türkçü yazıram. Çox az farsı yazıram. Amma o zaman yazıram ki, istəyirəm farslarla cəngi rəvanidə olan. O zaman ki, istəyirəm onları sındıram, onda farsı yazıram. Təbii ki. Mən düşmənimin dili ilə danışacağam ki, onu sındıra biləm. Onun dilini sındırdığım zaman sınır. Çünki o dili ilə fikirləşir. Və o zaman ki, mən onun dili ilə onun savaşına gedirəm, onun beynində olan bombaları münfəcir edirəm. Yəni mən hər kəlməm ki yazıram, onun beynində bir bombudur, münfəcir olur. Onun söyüş verməyi, dostlar, diqqət buyurun, o söyüş vermir öz başına. Dəli olmayıbdır. Onun beynində mən bir bomb partladıram, o onu qəbul edə bilmir, əks əməl göstərir. Mən sevinirəm onda. Niyə mən bunları blok eləmirəm? Çünki blok eləsəm onun beynində daha bomb partlada bilməyəcəm. O narahat olmayacaq. Narahat olmasa yəni bu ki rahatdır. Onun beynində sual icad eləməmişik. Biz o zaman ki onun beynində sual icad o söyüş verir. O söyüş verəndə yəni difa əlaməti yoxdur, heç zad yoxdur. Yəni özündən məntiqində heç zad yoxdur. Çünki difa eləyənmir söyüş verir. Məgər ona rəis cümhuru Azərbaycanı? Bilmirəm kimi deyir, amma Əliyev Azərbaycan rəis cümhurudur və Erdoğan cənabları da Türkiyə rəis cümhurudur. Və hər ikisi bizim iftixarımızdır, çünki hər ikisi türkdür və hər ikisi türklərin, türk dünyasının hərəsi birər türkçə deyirlər, birər rəis cümhurdurlar və bizim ehtiramımız, hürmətimiz sonsuzdur. Hər ikisi bizim, mən şəxsən özüm, Güney Azərbaycan müstəqil olsa, o gün əgər Azərbaycan milləti Əliyevi prezident seçirsə, mənim qəbulumdur. Yəni, Azərbaycan, Güney Azərbaycan müstəqil olandan sonra belə Əliyev bizim millətimiz tərəfindən prezident seçilsə, mən bu dünənləri bir, dostlar, bunu deyim, bu sözü dedim, diqqət buyurun, bu sözü şey görməyin, əcibə görməyin. Dünən bir video gəldi, mən o videonu yaydım. Həzrəti Erdoğan cənabları təşrif aparıblar Pakistana. Pakistanda gediblər məclisdə bir sıxənranlıq ediblər. Nümayəndələr durublar, bilmirəm neçə dəqiqə ayaq üstə prezident Erdoğanı təşviq ediblər. Sonra Pakistanın başbakanı ya rəis cümhuru gedib də mikrofonu dalışsın. İngiliscə danışır. Deyir ki, Excellency, yəni Əla Həzrət. Əla Həzrət, yəni buzurgvara farsça tərcümə edilsə. Əla Həzrət ərəbcəsidir. Excellency,
yəni həzrətləri, böyük ağa. Siz bu məclisdə danışdınız, bu millət sizin ayağınızda bu qədər ayaq üstə durdu və çəpik çaldı. Siz bu millətin içində o qədər sizi istəyirlər ki, əgər namizəd olsaz, Pakistanın sonuncu prezidenti sizsiniz. Bunun mən videosunu qoymuşam YouTube'a, Instagram'a. Baxın görün. Bunu qoymuşam. Dəqiqən bunu deyir ki, əgər siz gələnki seçkilərdə şirkət edərsiniz, buranın prezidentisiniz. Taarruf deyil. Türk dünyasında bir Türk milləti, bir Türk əxlaqı və bir Türk siyasətmədarı var. İranın hangi prezidentinə belə bir taarruf olubdu? Dostlarımızı bir gözəl məqalə yazmışdı. Dostlar, uzaldıram amma deməkdən, yəni keyf alıram bunları dedikcə, gəldikcə. Dostlarımızın bir məqalə yazmışdı ki, hər kəsin hər nəyi yoxdur, onu alar. Onu almaq üçün can atar. Məsələn, biri görürsünüz ki, diplomu yoxdur. O diplomu almaq üçün can atar. Məsələn, şah zamanı mənim yadıma gəlir. Görürdünüz ki, adına deyirlər sikli. Adam sikl alanda gedirdi Niro Havayda yazılırdı Niro Havaya şah zamanı. Məsələn, onun yoxu nə idi? Sikli, yəni nohum. Nohumu yox idi, sikli yox idi. Onun arzusu sikli idi. Birinin arzusu diplom idi. Sonra lisans oldu arzu. Sonra oldu məddəki fövq lisans, doktora. İndi İranda tamam mallıların arzusu nədir? Bir dənə doktora verələr buna. İndi adı da, ağa bu nədir bu gədə rəis cumhur indi, rəisi. Durdu getdi Tacikistana hara. Orada bir koltuq gördülər ki, bu adam dilənçidir da. Yəni bu adamın bir arzusu var. Əlbəttə bunu görməmişlər. Qabaqcan prezident, yəni rəisinin adamları oranın rəis cumhuru ilə danışıbdı ki, siz lütfən bir dana bizə doktora verin bizim prezidentimizə. Çünki bu protokoldur. Protokol, baxın, siyasətdə, xüsusən iki məmləkət arasında hətta səndəlləri belə protokolsuz qoymazlar. Yəni bir dənə rəis cumhuru bu illətə döşdürür. Yəni ora gedib birdən onu surprise eləməzlər. Biz sənə şey veririk. Siz buyurun. Sizə biz doktora veririk. Bu doktoranı əgər verirlər, bunun bir backgroundu var siyasətdə. Yəni bunun arxada, pərdə arasında bunun üstündə aylarca işləyiblər. Bəlkə bu bir donationlər veribdi. Məsələn, o danışgaha bir 100 milyon, 200 milyon, 1 milyon dolar pul veribdi ki, ağam biz sənə köməkli olur. O danışgah da deyibdi ki, prezident deyibdi onlara ki, məsələn, bu pulu alın siz, bunlara bir dənə doktora verin. Bu adam sevinsin ki, doktorası var. Çünki İranda rəis cumhur olur, savad da yox, üstünə də deyiblər adam 5 kilo savadı var. Ona bir şey verin. Onun nəyi yox idi? Onun üçün İranda görürsünüz, bu kitabı da ki mən oxuyordum orada deyir. O adamın ki yoxdur, onu axtarır. O adamın doktorası yoxdur. O bir doktora axtarırdı, ona orada bir iftixari doktora verdilər. Onun da indi də deyəcəm, mən doktora, baxın mənim pəncüm iddia yox, mənim bir dənə doktoram vardı. Tacikistandan ya Türkmenistandan bilmirəm harda verdilər, o yadımda deyil. Bilirdim ha, yadımda deyil. İndi hangi millətin nəyi yoxdur, onu axtarar. Türk millətinin şərafəti var və Türk millətinin şərafətinə görə, şücaətinə görə, əxlaqına görə, moraliti deyirlər. Moralitisinə görə ərdəm deyirlər türkcə. Yuxarı ərdəm yəni əxlaq, yuxarı əxlaq. Yuxarı yüksək ərdəmliyinə görə Pakistan prezidenti dünya gözü qabağında taarruf eləmir. Dedim orada taarruf bir dənə doktora verirlər. Deyir ki, əgər sən prezident olsan, mən prezidentlik kandidatlıq olsam, mən də olsam, mənə rəy verməzlər, sənə rəy verərlər. Siz Xameneyi bundan bir qoyursunuz. Vaqəən Erdoğanla bir qoya bilərsiniz. Yəni Erdoğan, məsələn, vəzni 1 milyon ton olsa, Xameneyinin vəzni 10 girəmdir. Paniralistlərin rəisinin vəzni 1 girəmdir. İslam dünyasında Xameneyinin adı harda oxunur? Onu mənə deyin. Rəisinin adı... Əslən, İranın öz içində, Farsların öz içində rəisi və Xameneyinin yeri nə qədərdir? Türk dünyasından danışırıq. Türk dünyasında Türk birliğin kuran bir lider var. Və siz oradan yanırsınız. Yəni, sizin tamam Türk dünyası ilə bu nigarançılığınız budur ki, pan-Türk deyirsiniz ha. Türk dünyası birliğinden qorxursunuz. Siz oradan yanırsınız. Çünki onda mühasirədə qalacaqsınız. Belə Dəryayı Xəzər, Mazəndaran ki deyirik, Dəryayı Xəzər. Bu Xəzər dənizinin hər tərəfi olacaq Türk dünyası. Baxın,
Türkiyənin Avropadan yəni ta Çinə qədər türklərin mühasirəsində qalacaqsınız. Yəni türklər sizə icazə ver. Bir tərəfdə ərəblər var. Bu iki millət sizə icazə verməsə, farslar, siz nəfəs belə çəkə bilməyəcəksiniz. O halda ki, tezlikcə İranda 6 dövlət qurulacaq. Türk dövlətləri, Kürt dövləti, Ərəb dövləti, Bəluç dövləti, Türkmən dövləti və Bəxtiyarilər o dövləti. Və ehtimalən, mənim öz nəzərim budur ki, Fars dövləti olunmayacaq. Farslar bölünəcəklər. Coğrafiya olaraq Farslar tarixdə yox idilər. Və bizim dostlarımızdan biri, Allah uzun ömür versin, Məhəmməd Rıza Bağbani Kərimi, bizim Zəncanlı yazarımız, fikir sağdaşımız, geçən 2 həftədə bir video qoydu, çox gözəl, mən onun 2 saat danışıbdı, qulaq asırdım, ləzzət apardım. Türkün tarixi toprakları. Farsistan adında deyən bir şey yoxdur. Onun üçün dostum, bəli, biz iftixar edirik. Ağa, siz Əliyə gedin rəisiyə iftixar edin, da neyim yox. Bizim sizin qabağınızı ki almamışıq. Siz gedin Xameneyiyə iftixar edin. Biz hər halda prezidentlərimizə, yəni Erdoğanımıza və Əliyevimizə iftixar edirik. Siz gedin rəisinizə və Xameneyizə iftixar edin. Bir də bunu deyirlər, dostlar, deyirlər ki, İran Türkiyədəki Kodutaya köməklik eləyibdi ki, Erdoğan məsələn, İran o macəranın harasındaydı? İran ki, Kodutadan neçə gün sonra qeyddi, Erdoğandan himayət elədi. Yəni, o Koduta qudarmışdı. Türk milləti gəlmişdi xiyabana, tancıların altında yatdı və xunsa elədi Totanı. Siz hardaydınız? İran hardaydı? Bu cəriyanda hardaydı? Baxın, bunu soruşun. Deyin, neynədiniz? Məsələn, siz orada neynədiniz məsələn? Əslən, radyo televizyonunuzdan bir xəbər apardınız. İlla bu ki, Amerikalılardan tərəfdarlıq edirsiniz, Kodutaçılardan tərəfdarlıq edirsiniz. Radyo televizyonunuz bunu göstərir. Əleyhə Erdoğan idiniz də, həmişə Erdoğanın ziddinə yazmışsınız da. Siz mətbuatınızda göstərdin ki, bir dəfə Erdoğanı şey eləmişsiniz. Ya Əliyevi himayət eləmişsiniz. Bir dəfə. Bir də bunu mən keçən dəfə dedim. Yazdım bir yerdə də. Ağa, İran dövləti, ruznamələri Ali Cənab Əliyev cənablarının karikaturunu çəkiblər. Bizim haqqımız var, müqabilimiz, siyasət beynəlmiləldə bizim haqqımız var, müqabilimiz eləyək. Xameneyinin əksi karikaturu olandan sonra görək ki, nə edəcəksiniz? Yəni, mən indi gözləyirəm dostlar karikaturları çəkinərsə göstərdin mənə. Mən bunların karikaturlarını qoyacağım ora. Qurtuldu getdi. Yəni, siz fikir eləyəsiniz ki, məsələn, qaça biləcəksiniz. Siz fikir tohin eləyib gedə biləcəksiniz, altından qaçarsınız. Yox, mən tohin eləmədim. Əgər karikatur tohin isə ki, mənim nəzərimdə tohin deyil. Amma əgər siz karikatur çəkirsiniz və intizarınız vardı ki, biz sizin liderlərinizin karikaturunu çəkməyək, çox ahmaqana bir fikirləyirsiniz. Mən dostlardan dəvət eləyəcəm. Müsabiqə olacağam, Xameneyinin və bəzi adamların karikaturlarını çəksinlər, mənə göndərsinlər və mən yayacağam. Göndərəcəyəm Azərbaycan ruznamələrinə çap eləsinlər. Türkiyə ruznamələrinə çap eləsinlər. Görək ki, kimin harası yanır. Və dedim, ağa, rəisi və Xameneyi bizim liderimiz və rəis cümhurumuz deyir. Sizin digərin köf eləyin. Sizin, bizim deyil. Millət öz tarixini bilmir. Tarixində danışır. Mən valla tarixçi deyiləm. Tarixçilər danışmalıdırlar. Amma gözüm üstə. Bildiyim qədər hərdən bu şeydə danışırım. İran iki Ferdowsi adresi یک پنجم ایران. Yox ağa, İran iki Ferdowsi adresdadır. یک پنجم İranı kolonist. Əsən Ferdowsi bilmir hara İrandır. Baxın, bir zaman Sistan, Bəluçistan İranla savaşır. Bir zaman burası, onda bəs Bəluçistan orada deyil. Bir zaman ərəblərlə savaşır İran, bir zaman türklərlə savaşır, bir zaman Təbəristanla, yəni indiki Mazəndaranla savaşır. Yəni siz baxırsınız, görürsünüz, Loristanla savaşır. Yəni baxırsınız ki, bu əsən şey yoxdur. Bir dənə qorilla sistemidir Fars. Yəni mən dedim mühacir sistemi. Bir dənə mühacir sistemdə hər yerə gedir, qoymurlar orada savaşa məcbur olur. Yəni siz əgər, diqqət buyurun, siz əgər
Firdevsinin teorisinə diqqət eləsəz, Firdevsinin teorisi budur ki, Fars millət, yəni Perşiya dedikləri, Perşiyan dedikləri millətin yeri yoxdur. Qurila bir sistemdir, yəni bir çiriki bir sistemdir, yəni bir mühacir bir sistemdir, beləsi deyim. Heç yerdə qoymurlar, orada savaşır, qaçır gedir bir ayrı yerə, orada savaşır, orada qaçır gedir bir ayrı yerə. Siz bunu görərsiniz. Yəni onun son sistemi budur. Firdevsinin son sistemi budur ki, bu millətin yeri yoxdur. Çünki toprağı sabit deyil. Bir millət olmaz ki, toprağı sabit ola, amma hərdən bir yerə gedə. O olmaz. Pəs bunlar köçəri bir millətdirlər. Heç yerdə qalanmırlar, məcbur olurlar, buradan köçərlər ora, orada savaşarlar, orada uduzalar, oradan köçərlər ora, orada. Onun üçün ən son yerləri çiriklər, bunlar çiriklər Kəbirə. Çünki Kəbirə heç millət getməz. Heç millət getməz Kəbirə. Deyəsən, buradan çıx günə, mən burada gələcəm, əkincə eləyəm ya qoyun otaram. Onlar ora ən son sığınacaqlarıdır. Və mütəəssifanə İsfahanı bizim dədələrimiz İsfahan ediblər. Şirazı bizim dədələrimiz Şiraz ediblər. Şiraz Türk toprağıdır, Fars toprağı deyil. Bunu bilin. Adın Ustani Fars qoyublar. Adın Ustani Fars. Fars adında orada şəhər yoxdur. Gəliblər Ərdəbildə bir dənə şəhər düzəldib Ustani Ərdəbildə. Adını qoyub Parsabad. Bunu düzəldiblər. Yəni istəyiblər ki, bir dənə kəndin adını dəyişdiriblər. Orada bir-iki bantlar düzəldiblər. Adını qoyublar Parsabad. Amma Ustani Fars'da Fars adında bir şəhər yoxdur, kənd yoxdur. Ora Rıza Şahdan bu üzə oranın adı qoyublar Fars. Ustani Fars. Rıza Şahdan çox sonra. Yox idi. Qacar dövründə Ustani Fars adında bir yer yoxdur. Ustani Sistan var və Ustani Ərəbistan var. Yenə də o ağay Kərimin, Bağban Kəriminin danışığına qoysa orada da görərsiniz. Amma mən tarixən bildiyim, yəni mən tarixdən bildiyim budur ki, Fars adında torpaq yoxdur, Firdevsinin içində də yoxdur. Yəni Firdevsi siz deyin ki, dostlar, əgər PDF olsa eləyə bilərsiniz çıxadasınız bunu. Yazasınız Fars ya İran. Görəsiniz ki, İran haralarla, İran kəlməsi haralarla savaşıbdır. Ondan sonra görəsiniz ki, bu İranın o nöqteyi mərkəzi ki, ya paytaxtı ki, ayağı orada daimən orada sabit idi. Oradan gedir savaş, ora haradır. Görəcəksiniz ki, Firdevsinin Qasnaməsində belə bir sabit bir yer yoxdur. Pəs bunun anlamı budur ki, bir qovmi mühacir var. Mühacir qovm hər yerə gedir, oranın milləti onu qoymur. Ən sonunda gəliblər Kəbirə və millət orada Kəbirdə işləri olmayıbdır. Və o bizim dövrümüzdədir. Yəni Türklərin dövrəsindədir ki, biz Farslarla gedib salmışıq orasını. Demişik ki, orada qalın. Çünki orada heç kəsə zərər yetirənməzsiniz və bir qabağa da gedənməzsiniz. Bir millət də olanmazsınız. O da o. Bu da mənim şəxsi nəzərimdir. Dostlar eləyə bilərlər, bunu təhqiq eləyər, görərlər ki, düz deyirəm ya belə bir şey deyil. Bu cür deyil ki, İranın yeşisi bu. Oysa İranda bunlar, İran adında bir yer yox idi, ərz elədim. İran cəli bir şeydir. Əziz dostum, salam. Çox sevindim ki, Clubhouse-da gəlib danışarsınız. Sizlərə Clubhouse-da ehtiyac var, lütfən. Dostum, valla mən əvvələn bilmirəm otaqlar haradır, bu bir. İkinci, mövzu müşəxəsi olsa görürəm, mövzuda danışa bilirəm, gözüm üstə gələrəm, qonaq kimi gələrəm, yəni danışdıqçı kimi gələrəm, yoxsa gəlib orada oturacağam, məsələn, panfarslar danışacaqlar, mən orada oturacağam, sakit qalam, mənə 3 dəqiqə cavab verəcəksən ki, 50 nəfərə cavab verəm, o şeydə gələnmərəm. Amma yox, bir sunucu kimi, bir çıxışçı kimi çağırsaz, mövzu da müşəxəs olsa, mənim də səlahiyyətim də olsa, zorum da çatsa o mövzuda danışa bilər. Eylama amadəlıq elərəm, təbii ki, gələ bilərəm. Əgər işim olmasa, bu da bir şərtidir. Çünki mən iş üstündə oluram, çörək çıxartmaq məcburiyyətindəyəm və Clubhouse-un o zamanı gərək elə bir zaman olar ki, mən eləyə biləm. Və məsələn, işin ortasında mən 1 saat yarım saxlayıb orada ola bilirəm. Amma 1 saatdan izafə, 1 saat yarımdan izafə saxlaya bilmərəm, çünki iş savabımı mən iş təhvil verməliyəm. Lütf save eləyin, live-ı çox maraqlı söhbət gedir və mənə keçdi, gecə yarıdır, tezdən çalışmağa gedəcəyəm, yaşayın. Çox sağ olun, gecəz xeyrə qalsın, hamımızın gecəz xeyir olsun. Hətmən save eləyəcəyəm ki, özümə də lazımdır. Yox, poxları götlərindən əyri çıxır, deyirlər Məcbər Amerika. Doğrudur dostum, doğrudur. Mütəəssifənə siyasət bilmirlər. Siyasəti beynəlmələr oxurlar, siyasət oxuyurlar, danışqahlarına siyasət dərsdeyirlər. Əvvəlin danışgədə ki, Qacar dövründə açılıb danışgədə ulum siyasidir.
O gündən bu günə qədər bunlar siyasət örgəşməyiblər. Və hala bilmirlər ki, rəvabit beynəlmiləl iki tərəfli bir haqqa və ehtirama deyərlər. Cəli Tehran ərz elədim, Cəli İran, Cəli Tehran yoxdur. İran bütün türk ərazisidir. Biz almışdıq, bəli. Elay əzizim, biz İran bu çünki İran adlanan torpaqları biz kolonize eləmişdik, əlimizə almışdıq, müstəmrə eləmişdik. Amma əlimizdən çıxartmışıq. İndi bizim torpağımız deyil. İndi bizi müstəmrə ediblər. İngilislərin əli ilə və himayəsi ilə. Nədən bu cür cürətli konuşursan? Əlbət İranda dursuz. Yox, mən İranda olanda da bundan cürətli danışardım dostum. Mənim İranda olan zaman 17 il, 18 il bundan qabaq İranda idim. Ondan sonra çıxmışam. Mən İranda olan zaman bundan cürətli danışardım. Bunu diqqət buyurun. Çünki onda mən özümü İran dövlətinin qarşısında görərdim. Və mənim yazılarım da mən orada Ərteşin əleyhinə və Sipahbazların əleyhinə yazmışam. Mən ondan ötürü mühakiməyə getmişəm, ondan ötürü zindana getmişəm. Bunlar yəni bu deyil ki, bu gün danışaq. Əlbəttə insanlar günü-gündən dəyişərlər və mən də dəyişən bir insanam. Mən daş deyiləm. Xoşbəxtliklə çox sevinclidir ki, mən bir insanam və insan oxuduqca, düşündükcə dəyişər və mən dəyişən bir insanam. Çox iştibahlar eləmişəm, iştibahlarımı təsdiq eləmişəm, üzr istəmişəm millətimdən. Hamid cavab bilmirəm yəni mənə. Onu başlama Hidayət bəy çox gözəl. Yaşayasınız dostum, var olasınız. Çox sağ olun. Salamlar ya sayın ustad, xoş gördük. Sağ ol əziz dostum, var olun. Biz türkük, bəli biz türkük. Düşmənlərin demağına baxmayın. Düşmənliğini eləyəcək. Düşmən deyəcək sən türk deyilsən, Azərisən, çünki səni türk dünyasından qıracaq. O zaman ki deyirsən türk deyilsən və sən buna inansan, türk dünyasından qırılırsan. Və o zaman ki türk dünyası özü də qırılaşır. Mən Azərbaycan türkiyəm, ya Azəriyəm. O birisi deyə mən Türkiyə türkiyəm. O birisi deyə mən Azərbaycan türkiyəm. O birisi deyə mən Tatar türkiyəm. O birisi deyə Üzbək türkiyəm. Mən Qırğız türkiyəm. Onda türklər bir-birindən qırılarlar. Hərəsi bir cəzirə olar. Fars kimi bir millət gələr eləyə bilər bizə zor deyə. Amma o zaman ki biz hamımız inanaq ki biz türkük. Onda hamımız birləşərik və Fars kimi bir millət Amerika kimi, Çin kimi bir millət bizə data bilməz. Çünki onda böyük bir güc olduq. Böyük güc olmaq yəni böyük mənfəət. Böyük mənfəət yəni böyük rifah. Biz baxın, bizim siyasətlərimizin sonu gərək bizim rifahımıza gedə. Biz millətimizə rifah axtarmaq üçün savaşırıq. Biz dünya ilə savaşmırıq, biz İsrail ilə savaşmırıq. Hər yer bizə köməklik eləyir ki, biz təvsəə tapaq, inkişaf eləyək, sərvətlənək, rifahımız çoxalsın millətimizin. Biz orayla dost olacağıq. Bizim İranın düşmənləri bizim düşmənimiz deyil. Bizim əslən düşmənimiz yoxdur. İran özünə, Fars özünə nə qədər düşmən düzəldirsən, Amerika, mərcə İsrail, hər şey deyir desin, bizə rəbti yoxdur. Onun üçün bizim şüarlarımızın fərqi var. Biz ərəbləri ərəb tanırıq. Ərəb zəban tanımırıq. Biz bəlusları bəlus tanırıq. Biz lorları lor tanırıq. Bəxtiyariləri bəxtiyari, şimaliləri şimali, Gilaniləri Gilani, Mazəndərləri Mazəndərləri. Biz heç kəsin dinin tarixdə dəyişdirməmişik. Dəyişdirməyəcək. Bizim torpaqlarımızda sünni, baxın, deyirlər ki, Səfəvilər gəliblər, sünni eləyiblər. Ağa, bizim indiki İran hələ heç o zaman Səfəvi dövlətinə baxın. Ermənilər erməni qalıblar, Gürcülər Musəvi, İsəvi qalıblar. Bizim torpaqlarımızda idilər. Bizim işğalımızın altında idilər. Biz niyə onların kürdlər birazı sünnidir, biraz şiə. Biz onların heç birisinin dinini dəyişdirməmişik. Bəluçlar sünnidirlər, biz onların dinini dəyişdirməmişik. Ərəblərin birazı sünni qalıb, birazı şiə, biz onların dinlərini dəyişdirməmişik. Əfqanistan kollən sünnidir, Pakistan kollən sünnidir, biz onların dinlərini dəyişdirməmişik. Bu bir yalandır, farslar deyiblər və biz yine ağa gəldilər Təbrizdə bir belə adam öldürdülər. Mən son zamanlarda bu kitabı oxudum, kitabdan koymuşlar. Gördüm ki, sən yazmayıb. Yazıb ki, Şah İsmail dedi ki, mən gedim, biz şiəliği elam eləyək, dedilər, millətçiyələr, dedi ki, məclisdə mən danışım, getdi, danışdı, millət hamısı durdu, himayət elədi. Onlar da durdular, qabaqdan getdilər, millət də daldan getdilər. Yazdıqları budur. Sonra yazıb, onu təfsir eləyiblər, yazıblar ki, burada adam. Əslən, mən heç görmədim, baxın, deyirəm, özü farslar səhv eləyiblər bu kitabı. Əslən, bir yerdə yazmış, o kitabda orada yazmış ki, bir dənə adam öldürdü Şah İsmail, Təbrizdə. Amma sonra kitab yazan, yəni o iki adam ki, istəyibdi kitaba bir her şey, o yazıbdı ki, bəli, biz 20 min nəfər adam öldürdü. Harda, hangi dəlinə? O kitab özü yazan yazmayıbdı bunu. Sən niyə bunu əlavə edirsən?
Bu Farsın şüsü məğzisidir. Buna görə bizi özümüzdən və türklərdən qorxdu. Çünki onda siz deyəndə türk, hayır deyir ki, siz yox, türklər öldürüblər. Siz Azərisiniz. Azəri kimdir? O adam ki Fars imiş, türk olubdu. Belə bir oyun oynayırlar bizim üstümüzdə. Çox yaxındır. Bəli, biz tezlikdə inşallah dövlətimizi də quracağıq. Bunun gecə amma quracağıq. Dedim. Mən bunu 2013-də Günas TV-də demişəm. İmkansızdır bir nənə hamilə ola, özü istəməsə, onu siqd eləməsə o uşaq doğulmaya. Və imkansızdır siz bir dənəni açəsiz torpağa və o çıxmaya. Və diqqət buyurun, bu için Farslar deyirlər, bayıq qol bəhar nemişi, buna inanmayın. Novruz gülü, dana çiçəyi, bizim bir ayrı adı da var, onu demeyeyim burada, bu qışda 2 metr qarın altından çıxar. Və deyər ki, bahar gəlir. Sizin tək-bətəkiz dostlar ki, yazırsınız, danışırsınız, Azərbaycançılıq edirsə, o gülsüz ki, İran qarın dəlil, Farsistan qarının dəlil və deyir ki, bir Azərbaycan milli hökuməti gələcək, bir Türk milli hökumət qurulacaq burada. Onun siz bunları inanmayın Farsların sözlərinə. İkisi də bizə böyükdür, doğrudur, bəli. Pakistan Vəzir Ümur Xaricəsi buyurdular, kaş Həzrəti Orduxan bizim olaydı. Bəli. Yəni bunu mən şeyini dedim, videosunu qoydum məclisdən və insanlar prezident ya başkandır, bilmirəm. Deyir ki, bunu deyəndən sonra millət o qədər çəplik alır buna ki, sən bu sözü düz dedin. Şişkilbənd ba yazda bölüm müəddili şiş, bilmirəm. Hə, o şeyi, yəni şeyi buyurursunuz, şişkilas ba müəddili yazda şiş. Bəli, təəssüfənə bir girəm də dəqiq, doğrudur. Dağılıb alçaqlar hətmən yazacaqmış. Böyük, sağ olun dostum, baş tacımızdır. Böyük Erdoğan və Böyük Əliyev. Bəli, bizim böyük baş tacımızdır. Bizim tarixdə adı əz gələn liderlərdəndir. Baxın, bizim tarixdə bir Osmanlılar var, bir Qəznəvilər var, Teymurilər var, Teymur da türkdür, Tatarlar var, türkçülər. Ərz edeyim xidmətsə ki, qurucuları deyirəm. Birinci nəfər ki, gəlib hökumət qurubdur, türklər üçün. Osmanlılar var, hökumət qurublar, imperatorluq qurublar, hökumət yox. İmperatorluq. Dünya çapında imperatorluq. Ərz edeyim xidmətsə, Səfəvilər var, bir imperatorluq qurublar. Nadir var, Əfşariyyə, bir imperatorluq qurubdur. Qacar var, Məhəmməd Əl-Şah, Məhəmməd Şah Qacar, bir imperatorluq qurubdur. Ağa Məhəmməd xan da, yəni Ağa Məhəmməd xan, yəni olur Məhəmməd Şah. Ağa Məhəmməd xan var, bir imperatorluq qurubdur. Və bir Əliyev var. Alıb toprağımızı, işgal olan toprağımızı alıbdır. Siz bunu kiçik görməyin. Farsların tarixində belə bir şey yoxdur. Bir nəfər gətirənməzlər, bir nəfər gətirərlər ki, Əliyevin tayı olan. Və bir Erdoğan var. Türkiyəni qüdrət-i siyasi, iqtisadi nizamiyə çevirir. İnşallah Türk dünyasını quracaqdır. Və inşallah biz Türkləri birlədəcəkdir. Və dünya o gün bizim gücümüzü görəcək. Əlbəttə biz dünyaya xətər dəyirik. Biz dünyaya təhlükə dəyirik. Hər kəs bizlə düşmənlik eləsə cavabını alacaq. Umaram ki, Farslar indidən hesablarını eləyərlər və bizimlə düşmənçilik eləməyərlər. Amma hər kəs dünyada, hər kəs bir ayrısının düşmənçilik eləsə cavab alar. Biz də o cür eləyəcəyik və bu bizim üçün cana can, qana qan, canımsan Azərbaycan. Bəli, dəqiqən düz şüardır. Var olun dostlar. Əgər dostlardan soru olsa yazsalar, mən cavab verirəm. Yoxsa fikrim 2 saatı keçirtdik və əlbəttə burada bir yer var. Live vuranda görürsə. 2 saat 14 dəqiqə 18 saniyədir mən burada danışıram. Əgər əmriz olmasa sizin hamınızı Azərbaycanın tanrısına tapşırım. Türklərin tanrısına tapşırım. Türk tanrısı sizi qorusun, millətimizi qorusun və dostlar, Allah qorumayacaq sizi. Özünüz qoruyacaqsınız sizi. Millət özünü qorur. Yaşayasınız, sağ qalasınız, yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın türklər. Var olun.